Çox üzr istəyirəm. Bir daha birlikteyiz sizinlə əziz həmvətənlərimiz. Xoş gördük hamınızı. Yenidən Doktor Ziya Sədr ilə yenə də birlikdə olacağıq. 1-2 dəqiqəlik mən bir açılış vermək istərdim ki, çünki bugün həm istərdik iki tərəfin də sözü deyilsin. Doktor Ziya Sədr söhbətlərində işarə elədi ki, Sədidən də bir şeir gətirdi. Mən elə olduğu kimi onu oxuya bilsəm əgər Farsın bu beynəlmiləli dil mənə icazə versə, çəndan ki midani begu Sədiya deyir ki, həq nəşahid qoft illa aşkar. Yəni, açıq danışmaq lazım və biz də Doktor Ziya Sədrin Sədidən gətirdiyi o şeirə dayanaraq aşkar danışmanın tərəfdarıyıq və fikirləşirik ki, Azərbaycan təşkilatları müzakirə eləməlidirlər əvvəldə. Öz aralarında Azərbaycan şəxsiyyətləri müzakirə eləməlidirlər əvvəl. Öz aralarında müttəhid bir cibhə, müttəhid bir söz, müttəhid bir gücə sahib olduqdan sonra biz öz gücümüzü qarşı tərəfə ki, düşmənimizdir, təhmil etdirməliyik ki, biz də bir gücük. Ondan sonra onlarla müzakirə etməyin heç bir müşkülü yoxdur. Doktor Ziya Sədr dediyi kimi adam elə düşməni ilə müzakirə eləyər. Vəli, amma bu son 80 ilin təcrübələri bir tərəfə, Fars faşizminin hakimiyyətə gəldiyindən bu yana bütün qolları solundan tutdu sağına, millisindən tutdu milli məzhəbisinə qədər, bütün qolları Azərbaycanı, Ərəbi, Kürdü, Bəluçu, Türkməni, bəzən hələ Kürdü demirlər, o birilərindən daha çox, özünə açıq aydın düşmən deyib də, açıq aydın mən deyirəm, çünki yazılarında, danışıqlarında, söhbətlərində hamısı bu olur. Ağır yerə gələndə həmişə bizlərdən kömək istəyiblər. Necə ki, savaş olanda, düşmənin qarşısında olanda və s. bizdən kömək istəyiblər. Bizə elə gəlir ki, indi də bizdən kömək istəyirlər ki, gəlin biz birlikdə saziş eləyək, birlikdə bir anlaşmamız olsun, rejimi yıxaq və ondan sonra hər şey gül olacaq, gülistan olacaq, o cür ki, vədə veriblər, qanunlarına yazıblar, yenə də o cür olacaq. Biz də inanırıq ki, elə o cür də olacaq. Amma onların dediyi kimi olacaq. Bizim dediyimiz, istədiyimiz kimi yox, onların dediyi kimi. Çünki bir qrup ki, biraz əvvəl mən dediyim kimi, hələ əlində imkanı olmaya, heç bir, hətta vədəni verməyə hazır deyil, müəyyən kəlmələri biz onun yanında işlətməkdən çəkiniriksə, belə bir qrupla zəif nöqtədə özümüzü görə, özümüzü millətimizdən ayırıb, millətin istəklərini deyil, gedib onları bəlkə xoşuna gəlsin deyə və ya xoşuna gəlsin deyə biraz ayıb olur. Mən istəmirəm deyəm, Doktor Ziya Sədr bu işi görübdür. Amma onlar da bizi eşitsinlər deyə sözlərimizin çoxunu biz deməyək. O sözü ki, millət deyir, onu biz deməyək. Məncə biz bu müzakirədə %100 uduzuruq və %100 bu müzakirədən udan həmin faşistlərdilər ki, onların bir qolu dünən hakimiyyətdə idi, bir qolu bugün hakimiyyətdədirlər, sabah da özləri hakimiyyətə gəlmək istəyirlər. Məsələ budur. Onun üçün də biz qırmızı xəttlərimizi Doktor Ziya Sədr, fikirəm xəttədir. Doktor Ziya Sədr deyir ki, qırmızı xəttlərimizi biz qoymamalıyıq ki. Bizim qırmızı xəttimiz nədir? Doktor, sizin qırmızı xəttiniz nədir? Bunlar təyin olunmalıdır. Əgər düşmən bilsə ki, bu məsələ sizin qırmızı xəttinizdir, bəlkə onu keçməyəcək. Amma düşmən əvvələn sizdə heç bir qırmızı xətt görmür, heç sizin özünüzü də bəzən görmək istəmir. Mənə elə gəlir ki, çox üzr istəyirəm, mənə elə gəlir ki, onlar bizi yenə də 20 il, 30 il, 50 il bundan əvvəlki kimi əvam sayırlar və fikr edirlər ki, 5-6 nəfərdən oturub müzakirə eləməklə Azərbaycan xalqını yolundan çıxarda biləcəklər. Bizi də ona görə müzakirəyə çağırırlar. Bir yerdə kəsən bizim onlarla, əslən ümumiyyətlə, əvvəla biz qırmızı xəttimizi təyin eləməliyik bir. İkinci görək, biz onlarla müzakirə eləyəndə nə qədər uduzuruq, nə qədər uduruq və ondan əvvəl bu müzakirəyə getmədən əvvəl hansı gücə sahibik ki, bizi müzakirədə insan kimi, bir rəqib kimi, bir tərəf kimi qəbul etsinlər, əməldə, sözdə yox. Bəli, təəssüflə, doktor, biz həmişə bu bəla bizim başımıza gəlib ki, mən siz danışanlar bir-iki dəfə o məsələni attım ortaya. Bizim içimizdən birini seçiblər, bu dəfə sizi seçdilər, keçən dəfə ayrısını seçərlər, gələn dəfə mən ola bilərəm, ayrısı ola bilər. Bizi seçirlər, qoltuğumuza qarpızı verirlər, atırlar qabağa, çox da tərifləyirlər, ondan sonra öz sözlərini bizim dilimizdən yazdırırlar,
bizim dilimizdən yazılan sözün də bir hissəsi ki, şayət bizim dərdimizin bir qismətini yazıbdı orada, onu da sonra həsf edirlər, bəyaniyyə kimi bizim tərəfimizdən də verirlər çölə, biz də qalırıq baxa-baxa. Əmələn çöl toplantısı bunu nişan verir. Buyurun, sizdən eşidək, ondan sonra qayıdaq, həmvətənlərimizdən də eşidək. Buyurun. Ay Obalı, siz bağışlayın, fərmayişinizdə bizzat buyurdunuz ki, 2 dənə zat lazımdır. Biri təzmin müsəlləh nirudur ki, mən də ona təyid ərz elədim. İkincisində var idi, o xatirizdən şahid çıxdı. Çıxıb, mən deyim onu da. Onu. Azərbaycan Türk millətinin iradəsi və milli tələbləri. Biz bu ikidən uzağa gedəndə həmişə uduzmuşuq, yenə də uduzuruq, gələcəkdə də %100 uduzacağıq. Bu iki məsələdən uzaq gedəndə biz uduzacağıq. Azərbaycan Türk milləti mən deyirəm, milliyyət danışmıram. Azərbaycan Türkün bir millətdir, onun millət olmaq hüququ vardır. Bir millətin də dövlət qurmaq hüququ onun milli hüququdur. Siz də milli hakimiyyətdən bizim yanımızda danışırsınız və çox da inanıram ki, inanırsınız da ona. Amma farsların yanında bu məsələlər üzə çıxmır. Xeyr, mən onu da deyirəm. Mən hətta bu, o cür deyir, bu zatda bir dənə bəyaniyyə istir yazıla. Orada yazmışam, dövlət-i müştərək və dövlət-hay məhəlli. Əslən, dövlətimiz olmasa heç yerə yetişmərik. Necə ki, məclis-i müştərək, məclis-i məhəlli. Diqqətimiz, mən əslən, yəni mən ərz elədim, mənim nöqtə-i əzimətim, özüm də bir Azərbaycanlı olalı, öz milliyyətimin, millətimin hakimiyyətini istəyirəm. Dəqiqən bunu az nəzəri termi, siyasi bu surətdə mətrəh olubdur, konqrəd elə adını qoyub Milliyyət Hay İran Federal. Bunun tövzihi budur ki, İran çərçuvasının içində yaşayanlar pasport baxışından, şinasnamə baxışından İranlıdırlar, ayrı mənası yoxdur. Onlar ki, pasportları yoxdur da İranlı deyil. Bunun içində yaşayanlar, dünən də dedim televizyonda, onu mən alaram, yollaram biləz. Dedim, 2 dənə İran, mən bir dənə xaricəli məndən yetişəndə, soruşanda hara alırsan, deyərəm İranlıyam. Baxanda da ki, pasportuma ki, mütəvəllidi harasan, yazarlar İrancı. Amma əgər mən 2 dənə İranlı bir-birinə yetişəndə, məgər əqllərini əldən veriblə soruşanda ki, sən hara alırsan deyə mən İranlıyam. Deyər, türkəm, farsam, loram, ləkəm, ərəbəm, bəluçam, kürdəm, türkəmənəm. Onun da tayı elə o gedər əşaya, o Azərbaycan içində də bir-birimizdən soruşsaq, bu deyər, mən Ərdəbilliyəm, o birisi deyər, Sərapplıyam, o birisi deyər, Təbrizliyəm, Miyanalıyam, ilaxır. Yox, Urmiyalıyım. Onun da elə gedər şəhrin içində də məhəllələr deyil. Məgər bunların adına biz milliyyət deyirik. Qom, dünən də təriflədim, o adamlardılar ki, ya əqəlliyyətdir və məsələləri din və dildir. İranda Asorular, Ermənilərin məsələləri din və dilləridir. Mənim məsələm azadlıq, bərabərlikdir, mən milliyyətəm. Tənha, dünənin danışığında dışarı elədim, tənha hakimiyyəti Farsı, Şiə-i Xomeyni və buyun Xamneydi ki, qovmudur. Çünki dil və din davası edir. Azadlıq və bərabərlik davası eləmir. Bu, mən dünənin elə Mihan TV-də, elə orada da arzum budur bir zaman çıxandan sonra bir o zatdır. Odur ki, mən bu sözüzlə də paylaşıram ki, öz millətimizdən, öz xalqımızdan gərək, yəni onlardan nə ayrılmalıyıq, elə, yəni onun qüdrəti ilə qabağa gedə biləcək. Onun da mən özüm şəxsən arzum budur ki, bir zaman ömrümdən də çox qalmayıb, millətimizi müsəlləh görəm öyle. Onda öz azadlığını alıbdır. Yəni, doktor, siz federal dövlətini qurasınız. Bilirsiniz, məntəqəmizdə biz Kanadada yaşamırıq, doktor. Bilirsiniz ki, biz o xarabada yaşayırıq ki, o məntəqədə ki, orada zor hakimiyyətdir, zor qanun əsasıdır, zor, hətta Allahdır, zor imamdır, peyğəmbər, hər şey zorlandır, zordur, din də zordur, hər şey zordur. Əraqda nümunə yaranıbdır. Kürd federal dövləti qurubdur,
70 bin onun ordusu vardı, pişmərgəsi vardı. Maliki istədi ora adam göndərə, o federal dövlətin mərzində pişmərgələr getdilər onun qarşısında durdular, dedilər ki, qayıt get Bəğdada. Bura bizimkidir. Və o özünün təzmini o öz əlindədir. Dəqiqə. Bilirsiniz, topu var, tankı vardı, ordusu var, təyyarəsi yoxdur, təyyarə almaq istəyir. Deyir ki, Niro həvaim də gərək ola, hava qüvvələrimdə ola, özümü müdafiə eləyəm. Çün bilir ki, gecə tez onun üstünə gələcəklər. Bizə federal dövlətini bugün yaradalar, sizə verələr. Vəli, əgər federal dövlətinin ordusu olmasa, əmin olun ki, onun 3 aydan 4 aydan artıq vaxtı olmayacaq. Gəlib hamımızı qətlam edəcəklər. Yəni, biz əsasi bir məsələni qoymuşuq kənara. Ondan qəvisi mənim nəzərimə millətin müsəlləh olmaqdır, Amerika kimi. Başa düşürəm, elə millət də olsun, dövlət... Millət müsəlləh olan millət öz içində ordu təmrin eləyə və savaşmaq öyrəşə, o millətə heç kəs yaxın düşən. Yəni, hətta millətin əsli odur, millətimiz, yəni bu fikri gərək yaradaq ki, millətimiz gəl müsəlləh ola. O Peyğəmbərin o gözəl sözüdür ki, hər kəs dava paltarının əynindən çıxarsa, zillət paltarını giyməlidir. Amma fikir eləmişsiniz ki, doktor, bunlar bizi o dava paltarından çıxardıb deyirlər, gəlin müzakirə ilə 3-4 dənə mübhəm kəlmələr. Yox, əslən, baxın, bəşləyin, mən özümü kitabə qol, mən özümü toplamaram, mən bu fikirlərinə, elə biz konqrənin içində məni pişnahad eləyən onlar deyirdi, ağay Obali. Konqrənin əzası məni pişnahad elədilər ki, filan kəs bizim danışanımız. O iclasa ki, getdik, o gecəsi otduq. Orada bəluçlardan, ərəblərdən onlar məni pişnahad elədilər. Konqrənin əzası pişnahad elədi. Müxaliflər demədilər. Hər halda o cəm də onu qəbul edib. Yəni belə deyək də, cəmin tərəfindən cəm də naçarı qəbul eləyib. Təbiətən naçarı qəbul eləyib. Konqrədə o zatlı qüdrəti də orada da. Diqqət edirsiniz. Konqrənin pişnahadı idi. Mən hətta sonraki qurtuldu. Mən əndəməşaya dedim, dostlar, mən kandid deyirəm. O intixabatçı seçiləcək. Dedilər, nə danışırsan ki, mən özüm Durday abi elə dedi, dəstəcəmi danışdıq, təsmin tutduq ki, səni kandid əvvəl eləyək. Durdu getdi, adımı yazdı o kağızın üstünə. Məndə heç intizarım yoxdur 53 dəstə, 59 nəfərdən 53 nəfər mənə rəy verə. Bilmirəm nəcür oldu. Hər halda, yəni qaydaq bu məsələyə mümkün olsa, yəni... Vəli, ağay Obali, mənim tamamı sözüm budur, qardaşım. Bax, peyamım da budur. Bax, biz istiqlal... Mən burada, elə sizin o geçən zatda da zikr xeyr elədim o paltak otağında, dedim ki, mənə siz bir dəfə ki, bir həftə gəlmişdim, danışdım. Dediniz ki, sən bir zadı bizə aydınlatdın. O budur ki, istiqlalçı da, federalçı da gərək hərəsi özü əlbir ola, fəqət o şövinizmlə mübarizə eləmək. Nə farsla, nə farsi ilə. Onda onları birləşdiririk. Şövinizmi, hakimlə mübarizə eləmək. Mən buna xoşhalam bu, sizin elə bu sözünüzü bir-iki dəfə təkrar edib, paltak otağında da dedim. Odur ki, mənim fikrim budur ki, biz öz ağırlığımızla Azərbaycan milləti gərək öz ağırlığınca eləyə bilə hər yerdə huzur olur. Biz hər yerdə, əgər o rəhbərisində nüfuz elədik, huzurumuz oldu, o tərəflər məcburdurlar biraz qıssa gələr. Əgər orada bir əksəriyyət olduq, təbən öz nəzərlərimizi bir miqdar təhmil eləyəcək. Öz nəzərlərimizi onlara qəbullandıracaq. Bəzilərdə o rəy verənlərdən elə mən bir 3 səfər cüzvə idi. Dünən də elə o televizyondan oxudum. Onu verdim. Özü oxumuşdu. Qərəzsiz adamıdır. Dedi, mən bu federalizmi bu cür bilmirdim ki, əslən bizim məmləkətimizdə də sabıqası var. Mən müvafiq oldum. Sən lütfən bu cüzvəvi hər yerdə pəxş elə. Diqqət verirsiniz. O bir miqdarda mən dünən də elə bu televizyonu miyəndə danışanda dedim. Bir miqdar bizim qüsurumuzdur ki, eləyənməmişik yaxçı öz idələrimizi anlatdıraq və
tərəfi itələmişik birləşməyə və cibhəcirliğə. Halbuki onun içində demokrat adamları eləyə bilirik çəkək öz tərəfimizə. Əgər biz özümüz vaqəən səmimانه demokrat olsaq. Amma dediyiniz kimi mən 100% sözündən muvafıqam. Həm öz millətimizdən, yəni nirumuz, mənbəyimiz oradır. Ondan da və onun istəyidir ki, o təsmin tutacaq ki, nə olsun, federal olsun ya istiqlal olsun. O təsmin tutacaq, özgə təsmin tutacaq. Millət yəni, millətimiz təsmin tutacaq. İkinci məsələ də budur ki, mən fikir edirəm ki, gərək huzurumuz ola. Özümüzlə danışmayaq. Elə adam özünün adamla hamımız yığışsaq, bir yerdə danışsaq, hamının xoşu gələr də bundan. Kim deyər ki, orada ki, mən o cəlsədə də dedim elə, demokrasının o təriflərindən biri, mənim öz səlqəmlə demokrasını bu cür tərifləmişəm. Bir kəlmədir. Taqəti, təhəmmülü, məntiqi müxalif. Məntiqi müxalifi təhəmmül eləmək. Müxalifi siyasimi təhəmmül eləmək. Və o düzü, yəni demokrasının təmrini elə budur ki, biz naçarıq olanla danışaq. Əgər zorumuz oldu ki, qüdrətimiz oldu ki, zorla məsələni alaq, o ayrıdır. Amma əgər oradayı mən gərək müttəhidlərimi tapam, mən buna görə federal olmuşum. Onlar ki, bu dərddə məndən müştərəkdir. Bəluçudur, Lorudur, Ərəbidir, Türküdür, Kürdüdür, Türkəmənidir, ilə axır. Bunlarla müttəhid olaq və gedək cəmən bu haqqı istəməyə. Onda o ağırlığımıza bunlar dalı oturacaqlar. Amma təhliqdə mən görmürəm ki, ala bilək. Əgər qüdrətimiz olsa almağa nəyə məətəlik? O ayrıdır. Amma mən fikir edirəm ki, hər halda bu müzakiratda əslən gərək, və qolu məruf dediyim kimi, etimad, yəni zərrə ki, qabağa gedirik. Nə qədər onlar etimadı yarada bilsələr, biz də satdı. Olmasa elə hoqqabazlıq eləyib, onun əksül əməli biri budur ki, mən oranın içində elə gözlərinin içinə zad elirəm. İkincisi də budur ki, gəlləm Günaz TV-dən kisəldi, televizyonu mihəndən də oxuram. Özlə ana dilimdən sonra Farsı dilində də demişəm orada. Doktor, bu Kürdistan Əraqda, oradakı dövlət qruplar, onların yəqin ki, əminəm ki, siz izləyirsiniz, həm orduları var, həm gömrük öz əllərindədir, siyasəti xariciləri var. Əslən, inanılmaz bir məsələ ki, İranlıların yanında bu sözü desən, mən fikrim %99, 199-unun ürəyi partlayacaq bimaristanlarda yer olmayacaq, xəstəxanalarda. Bilirsiniz, ordusu var, gömrük öz əlindədir, təhsil tamamən öz əlindədir. Kürdistanda bugün ərəb dili dərsi verən yoxdur, orada ancaq Kürd dilində dərs oxuyurlar. Yəni, bir məmləkətdir ki, iqtisad öz əlində, siyasət öz əlində, gömrük öz əlində, ordusu da vardı, bir dənə təyyarəsi yox idi, indi təyyarə axtarır, İtaliyadan helikopter istəyirlər, İtaliya Ərağın dövləti ilə müzakirəyə girib ki, verək ya verməyək, yəni bir sürü məsələlər ki, ciddi özünü qorumaq üçün. Biz o nümunənin yerinə gəlib bizi, mən bayaq dedim ki, bizim başımızı bizim məğlub olmağımızın, uduzmağımızın çox səbəbləri var, ikisi əsasidir. O iki dənə əsasını biz danışdıq, amma səbəblər tək o ikisi deyil. Səbəblərin biri də ki, əsas olmasa da yenə də mühümdür, mübhəm kəlmələrlə bizi allatmaq olubdur. Elə bir kəlmələr yazıblar ki, sonra 1000 yerə təfsir olubdur. Burada biz rahat, mən federalizmin tərəfdarı deyiləm, siz onun tərəfdarısınız, hörmətim də var sizə. Mən fikirəm ki, biz bir millət olaraq gərək öz dövlətimizi quraq, ayrı bir çarəmiz də yoxdur. Tarix onu görsün. Bu da mənim fikrimdir. Amma mənim də elə federalizmdə mən də dövlətimi istəyirəm quraq. Madəm siz federal dövləti qurmaq istəyirsiniz, heç olmasa bunu açıq-aydın yazın. Deyin ki, siz olmasaz, biz bu onlar gərək istiqlalçılarla üzbəyiz olalar. Yəni bizim vücudumuz sizə güc yerinə ola bilərdi, istifadə olunsa, təəssüfdən olmur. Amma indi qaydırıq, telefonlarımızı yayım otağından xahişim budur ki, açıq qoysun. Qayıdıq, mən yenə də sual soruyorum. Mümkün olursa sizin qırmızı xəttiniz bu farslarla oturub danışanda İcazə verin, mən qırmızı xətti deyim ondan sonra. Buyurun lütfən.
Mənim qırmızı xəttlərim bax bu cürdür. Konqrenin də təqribən əksəriyyətinin bilirəm ki, qırmızı xəttləri bu cürdür. Bəli. Bir, olar ki, bizim hüviyyətimizi, yəni deyirlər İranda türk yoxdur, kürt yoxdur, ərəb yoxdur, lor yoxdur, bəluç yoxdur. Onlarla biz danışmarıq. Bu bizim qırmızı xəttimizdir. Yəni bizim hüviyyətimizə burada da gəlibdir, bir-bir olar saymış. Yaxşı. 2. Onlar ki deyirlər İranda fas yoxdur, o hoqqabazlar. Onlar da elə olan cüzvüdür, mütə ayrı maskıda. Burada fas da gəlibdir. Bu ittilaiyədə. Onlar biz qoymuşuq, ha. Bəli. Olmasaydıq yoxdur. Bəli. Yəni özlərinə bir şey yazılır. Üçüncüsü ki, mənim nəzərimə, onlar ki deyirlər İranda fas yoxdur, elə bir dənə də bir ittilaiyədir. 2 gün qabaq yazmışdım. Yazdım ki, bunlar ya besaz befuruşu siyasıdırlar, alıb saxtıman düzəldərlər satarlar, ha, o zat, yalancı saxtımanlar. Ya tükan sahiplarıdırlar, siyasi tükandarlardılar, ya da çox ürgən desək, şarlatanı siyasıdır ki, vaqiyyəti danır. Bəli. Bu bizim, ondan sonra hüquq-i bəşərdir ki, az cümlə haqqı təyini sərnəvişdə orada gəlib, az cümlə millətlərin haqqı orada gəlib, hüquq-i bəşərə hər kəsin etiqadı olmasa, biz ondan danışmarıq. Burada da gəlib bu ittilaiyət. Demokrasidir. Demokrasinin tərifini şəxsən mən konqrədə öz düşüncəm budur və indi bu konqrənin düşüncəsidir. Bəli. Azadlıq qanunu azadlıqlardır. Bəli. O şey ki, modern qanun təyin edir. Bərabərlik, yəni qanuni rəf-i təbizdir ki, bu da yenə də Sazman Miləlinin bəndilərində o mübarizə təbiz vardı. Həm xanımlara görə, həm əqəlliyyətlərə görə ki, İranda da əqəlliyyət yoxdur, hamımız əksəriyyətik. Hər kəsən də öz yerində əksəriyyətdir. Hər halda təbiz və bu apartaydın yığışılmasıdır. Din ilə hökumətin ayrılması. Hər cərəyan ki, bu 3 dənə məsələyə də, yəni azadlığı, demokrasinin mənası qanuni azadlıqlardır, insani bərabərlikdir, yəni hər növ təbizin, az cümlə dil, din, cinsiyyət və nəcad, zaban hamısı aradan getməz. Üçüncüsü dininlə hökumətin və dövlətin ayrılmasıdır. Ondan sonra federalizmin tərəfdarıyıq ki, bu ittilaiyədə də gəlmişdir. Cümhurinin tərəfdarıyıq, mən səltənəti dünən də danışığımda dedim. Bu tof-i sərbala deyərəm, nəngidir mənim nəzərimə. Dübarə qeydaq, o da ki, o şah ki salmışıq eşi, onu dübarə qeydaq. Bir dənə də fərd eləyənməz bu tənəvvüün nümayəndəsi olub. Deyirlər. Mən cümhuri xaham, orada da cümhurunu da gətirmişdik o ittilaiyədə. Diqqət buyurursunuz. Türk, ərəb, fars olmamağı o qırmızı xətti hüquqi bəşərdir, demokrasidir, din və hakimiyyətin bir-birinin ayrılığı, federalizm bir dəfə də sayıram. Hüquqi bəşərdir, demokrasidir. Ki, demokrasi şamil olur azadlığa, qanuni azadlıqlara, bərabərliğə, yəni hər növ təbizin aradan getməsinə, dil, din, cinsiyyət, nəcad, hamısı yox. Bir də dinin və istilah nəhadının, dinin quruluşunun dövlət və hökumətin quruluşundan ayrılmasıdır. Bəli. Bir də federalizmin tərəfdarıyıq. Təbii konqrə. Bir də biz hamımız cümhuri xalq. Cümhuri İran istəyirsiniz. Bəli. Cümhuri xalq xeyr. Cümhuri federal İran, nə cümhuri İran. Cümhuri İran ilə mən Cümhuri İrana müxalifəm. Cümhuri İran yəni təmərküz. Başa düşdüm, bəli. Cümhuri federal İran. Cümhuri federal İran, nə Cümhuri İran. Cümhuri İran olar təmərküz də fərq eləməz. Mən elə olar ki, deyirlər, nə Lübnan, nə canım fədai İran, mən ondan faşizmi gəlir. Bəli. Son sualımı soruşum, telefonlarımızı da açıq qoyaq. Doktor. Buyurun. Türk, ərəb, fars yoxdur, onu farslar da qəbul edir. Hüquqi bəşər onu da onlar qəbul edir. Demokrasini də onlar da qəbul edirlər. Din və hakimiyyətin bir-birindən ayrılığını onlar da qəbul edir. Əlbəttə, bu təfsirlər var da. Cümhuri federalla federalizm sizinlə onların arazda olan fərqi. Cümhuri ilə federalizmlə bir iddiasının bəziləri də deyirlər biz federalistik, amma icazə verin o gələn iclasda bu geçsin. Bəli.
Diqqət edirsiniz. Bizlər hər hal be qol məruf bir dənə siyasi təvafüqdə siz əvvəldə də ərz elədiniz. İmkanı yoxdur %100 bunu. Biz orada Fars, Türk, Kürdü qəbulandırmışıq. Təvəccüh edirsiniz bunlara. Elə fastılar. Ərz edeyim ki, biz çox şeyləri, edamın ləğvi filan, bunlar əlbəttə hüquq-i bəşərə mərbutdur. Bunu elə biz pişnad elədik. Hər halda bunların çoxu qəbul olunub. Elə bunları bəqol məruf bir dənə də söz var ki, millətimizin ağahlığına burada mərbutdur. Mən hər zətdə danışmışam, buyuracaq. Nə mənə yazmışam? Millətimizin bilduqlarımızı diyaq və paylaşaq. O gözəl lüğət. Millətimizlə paylaşaq bu fikirlərimizdə. Biz də onlardan öyrəşək. Onlar da bizdən elə hamımız birik. Bəqol məruf mənzunun federalçılarla istiqlalçılardır. Bizlə və hamımız öz millətimizin cüzvüyük. Fərq eləmir. Təşəkkürlər doktor. Sayın telefonlarımızı biz alırıq indidən. Almandan doktor İşıq Sönməzi eşidəcəyik. Sonra Güneydən gələn telefonları sırayla yazın lütfen. Doktor İşıq Sönməz. Buyurun lütfen. Sayın Obalı bəy, selamun aleyküm. Selamlar, xoş gördük sizi. Sədr bəy. Əziz huzurunuza bildiyiniz kimi o Azərbaycan məşrut hərəkatında ki sonra oldu İran mətruğu hərəkatı, yəni Azərbaycan məşrut hərəkatını ki Qacar diktatörlüğü əleyhinə yönəlmişdi. Onu yavaş-yavaş müsadir elədilər İrancılıq hərəkatı, ya şahlıq hərəkatı ki hakimiyyəti bir anda ki Azərbaycanlılar hərəkəti başlamışdılar. Öz millətlərinə kim olduğunu dil mədəniyyət baxımından milli şuur vermədikdən götürmüşdü tüfəngi, yallah mən buradan Qacarı salacağım aşağı və yerinə gətirəcəm. Onu ki deyirlər kim? Onu ki deyirlər. Kim deyir? Heydər Əmoğlu deyir. Heydər Əmoğlu da Şumalda orada burada at çatdırırdı. Bir şeyler almıştı Rus Sosyal Demokrasından. Özü kim olduğuna o kadar da ehemmiyet vermirdi. Uymuştu Rusya Sosyal Demokrasına. Ona işimiz yoktu. O geçmiş tarihti. Ancak o zamanlar Doktor Ziyasət de bildiği kimi bir sünneti federalizm vardır yani. Yani İran'da 4 tane vilayet vardı. Azerbaycan vilayeti, Kirman vilayeti, Fars vilayeti ve Khorasan vilayeti. İran 4'e bölünürdü. Ancak o 4'e bölünmüş vilayetleri getirdiler Rıza Xanın sərneyzəsinin gücüyle qarışdırdılar, elədilər İran. Yani İran məmariş məhsələsini gətirdilər, İran qoydular və bu İranı da elədilər bir dil, bir məmləkət, bir şah, hamısı birlik əsasında oldu ki, o da Farslıq əsasında quruldu. Bu günləri hər hangi bir sistem yaranacaqsa, istər bu milliyyətlər müstəqil olsunlar, ki, hər milliyyət öz müstəqilliyini qursun və ya istər ki, bir çox insanlarımız da ki, deyirlər ki, biz istəyirik federal olsun, çünki biz İranlıyıq, istəmirik özümüzü Azərbaycanlıyıq. Bu zaman haqq təbiilərdir. Ancaq bunlar özlərini İranlı tanımaları üçün, İranı saxlamaları üçün ki, Azərbaycanlı da qala bilsinlər. Bu mərzlər ki, təbii halında pozulmayıbdır. Bu mərzlər qan tökülüb pozulub. İnsanları sürgü etmişlər, vurmuşlar, öldürmüşlər, dağıtmışlar. Bu mərzləri eləmişlər İran və yerində indi 27-28 dənə ustan qurmuş, neçə dənə fərmandarı qurmuşlar. Burada da hamımız bilirik. Ancaq bu mərzlərin yenə də etnik tabanda yenə Azərbaycan vilayətlərinin birləşməsi üçün Azərbaycan ta özü müstəqil səhvini gəlişdirmədən, özünü ifadə etmədən və xalqı kompakt biçimə gətirmədən Azərbaycanlıya hər hansı bir etnik tabanda, millət əsasında haqq veriləcək deyil. Hər kimsə buna inanırsa, özünü aldadır. Nümunəsi Əfqanistanda bu günə hezarelərdir. Hezarelər hangi haqqa malikdirlər? Ya Özbəklər. Bunu qan əsasında da yazmışlar, ancaq vermirlər. Bu günləri siz baxırsınız, görürsünüz ki, Əfqanistan türkləri orada eləməyə verirlər. Elə geçmişdəki kimin o Pəştunlarla Taciklər orada hakimdilər. Odur ki, heç zaman yəni özümüzü aldatmayaq, Doktor Ziyasət özünü aldatmasınlar. Gəlsinlər, huzurla olmaq yaxşıdır. Gəlsinlər, məsələmizi aparsınlar onların istərinə. Ancaq iki başı danışmaqdan lütfen eləməyək. Bir zaman deyirlər ki, biz mən orada tərk etmişdim, huzurum yoxdur. Birdən deyirlər ki, mən orada kongrenin nümayəndəsi idim və kongres tərəfində mən beləsiydim. Odur ki,
ən yaxşı olar ki, olduğumuz kimi özümüzü qabağa aparaq və gedək dərdimizi deyək. Niyə deməyək? Onlar da eşitsinlər, bilsinlər ki, biz də burada varıq. Ancaq heç zaman biz olmasın ki, onların naməşru düzənlərinə məşruiyyət yaradaq və özümüzü eşidən, yəni o millətimizi, o insanlarımızı eşitmə mübarizə edirlər. Onları məşruiyyətdən salaq. Deyək ki, biz buna içərisindəyik. İstəyirsiniz gəlin, istəmiz qaldı işini təpikləzi döyün yerə. Ağlarına süt verməyəcəklər. Elə deyil. Mən hər zaman demişəm və yazdığımda da bunu işarələmişəm. Hətta federal demokratlar və onlar ki, federalistlər gəlsinlər Azərbaycan adına özlərinə kompakt təşkilatları olsun. Özləri birləşmədən gedib Kürdlə Minmaz savaşında oturmaq. Elə Sayın Siyasət günləri elamiyə vermişlər bu Xəzərin mordunda. Deyir ki, mən hava peymada beləsi olmuşdum, bu elamiyə verilmişdi. İndi buyurur ki, mənim kompüterim xərab olmuşdu, kim nədir elamiyə sadə edib. Öyle olmaz, Cənab Sədri bəy. Olursa, əgər öz gücünüzü bir yere yığmadıktan, bir yumruq halına gəlmədikdən, həyə gedirsəz, izin elamiyyələri də havada olacaqdır. Birin Amerikanın şəhərinə gedəndə elamiyə sadə ediləcək Xəzər kimindir? Xəzər dəniz Azərbaycan haqqını silərlər. Birisi də görürsünüz buradadır. Sən kompüterə virüs su istəsən, Fransadasən, Torontoya gedənə qədər elami verirlər ki, bəli, burada beləsidir. Budur ki, mən sizə uğurlar deməli, arzu ederim ki, olduğu kimi millət mənafeyini, millətin rədifindən, millətin səsindən, millətin gücündən alıb deyəsiniz. Yoxsa təklər gedib, tək edək, orada, burada özümüzü mərif eləyək, özümüzü gözə soxaq, elə odur, yad bağışlayasınız, yad demək kimi qoşulub gedəcəyik yəni. Odur ki, mən sizə yaxşı yanlar arz edirəm, Əhməd bəy. Sağ olun, Sayın Işıq bəy, təşəkkürlər. Doktor, notunuzu götürün lütfən, 4 dənə telefon daha qəbul edin, 3 dənə. Sonra sizə qaydaq və ya yəni bizə qaydaq özümüzə, bəlkə mənə də soruşdular. Sonra yenə də qaydarıq tamaşaçılarımıza. Ərdəbildən buyurun lütfən. Ərdəbildən buyurun. Əziz Əhməd bəy Obalı, özünüzə və əziz qonağınıza salamlar ərz edirəm. Salamlar bizdən. Əziz qardaşım, mən istəydim ki, Düşdür bəyə salam deyəm. Axı bizim əziz qardaşım, intizarımız var ki, belə nəcür deyim axı, qardaş. Ay Düşdür bəy, əziz qardaşım, baba biz nə qədər sad olacaq. Ağay Kotaryan, Ağay Sarkozy, Ağay Bərzavənd, Ağay Məkarum, Pan-İranistlər, Mücahidi xəlqlər, komünistlər, Kürdlər. Bunların bir dənə sözləri var, o sözlərinin də cavabı budur ki, Türk yoxdur. Türk yəni yox. Ağay Behzadi rəhmətlik istəydi bir dənə kitab çıxar da. Bu kitabdan 2 il, 3 il əlləşdi bunu Türk adında vermədilər, Azəri adında verdilər. Ağay Ətviyanfər reisi Şurayı şəhri Tehran idi. Bəli. Ağay Ətviyanfər ildə bir dəfə yığardı qazetçilərə bir dənə qəza verdilərdi. Bir yandan da dəstur verərdi ki, gedir onların vərvəsarını yığın getirin. Bir yandan onların görərdin milyardha tümən aynı ünlərin yığdılar, apardılar. Özlərinə də biraz soyuq qəza verdilər. Bunlar hamısı köpdülər, getdilər yerlərinə. Rəhmətli Heydər Əliyev Qurbaçovun istəmişdi ki, o caizə ki ona verilib, o gərək qaytarılə. Bu özü əli qana batıb Azərbaycanlıları qırıb. O elə bayqdı. Ucalan, qırdı Türk qardaşlarımızı 50 min cəmiyyəti qırandan sonra gedib ələn yeyib boynu yoğuna deyil. Bir dənə hamarda erməni indi öz əlləri ilə öldü, nədir oldu, onu yatdılar, millətçilərimizin boynuna aparıb veriblər onu zindana, hələ deyilər əbəddir, nə qədirdir, nə mənə, generallarımız da ki, maşallah. Onlar da ki, o zəhmətlərinin cavabını alırlar. Əziz qardaşım, bizim ələm məntəqələrimizin hamısı niyə əmniyyəti yoxdur? 2 nəfər savaşıyıq. Biri Gərdənkulufdur, biri Zəiddir. O şərəfli adam gedir, şəhadət keçirdi, bunu niyə düveydin? Sabahları o adamı Allah deyilər, rizayət alırlar ondan. Da gələn onun xanəbadəsində dağıdandı, evində talyanda da o heç kəs gedib şahid keçməydi, fikir rizayət olacaq. Buyur eydun ələm biz qəşəy baxıydıq, mən baxıydım Düşdür bəy.
bizim sərvərimizsən, ustadımızsən. Biz Türklərin mədəniyyətində biz özümüzdən böyüyə cəsarət eləmərik və inşallah da ki, bunu mən cəsarət hesabında yazmayasınız. Əzizim, mən özüm kitabxanadaydım. Kitabxananın vuranlar, işləyənlər hamısı Türk idi. Bu kitabxananın o kitablar ki yazılıydı, o kitabların içində Türklərə yaman yazılıydı, tohin yazılıydı. Mən bunlara o qədər ehtiram edeydim, o qədər bunlara yetişiydim, şiriniyalıydım, qasıb qəzalıydım. O mövqə ki o kitabları istəydilər bunlar, buralara paralar verələr, o kitabları mən bunların başını qal edeydim, çöldə basaydım suya, suya basandan sonra ataydım ki maşın içində. O məcəllələrin içine aparaydılar, paylaydılar. Qayıdıb gələndə görəydilər elə o kitablar qayıdıb gəlib. Bilməydilər ki, o şirini verən, onların boyunu oxşayan o kitabın var içində. Biləy orada nə var, hamı ki bilməydi. Əzizim, biz millət nə qədər inanmışıq, utanmışıq, Allah'ın yox. Bəzi mövqə məclislər olar, görərsən, deyərlər ki, işgali yoxdur. Fəqət onlardan biri gəlsin bura, elə çıxsın geçsin. O birkilər onun o qalanların xariləri, digər ülkələrin böyüklərinin biri gəlib girmişdi bizim buradaydılar. Bununla biz dostuq. Bir dənə mən neçə gün bundan qabaq Əhmədovalı dəst çoxdur. Bütür bəydən də xahiş edirəm, qəlbi məndən sınmasın. Bu xahiş edirəm. Bu Koşdi Kəcəkidə bir nəfər qabaqda gəldi, bir pəhlivan gəldi güləşməcə. Bir nəfər, bunun qabağında bir nəfər düşdü, o qədər əli vurdular, bunun boyunu oxşadılar, bunun əlinə bir dənə botru, o bibarməsə sulardan verdilər. Ondan aldı, üzündən döşdü, o keçdi meydana, keçdi o sudan biraz içə, qurra çəkiydi. Sonra, ondan sonra biri də gəldi. Düşəndən sonra elə bir müxtəsər zaman keçmişdi, bu beynəva əlin bastı dalına, höylündən o əmdiyana qaçıydı. O ikinci kir gəlmişdi, ikinci bunu da bu höylündən diyəli ilə əlləşir, diyəli ilə özün kontrol eləyə bilməyi, hara qaçsın. Bunu götdü, bastı yerə, basandan sonra bu da aman vermədi o bunun üstündən dura, durdu, baş götdü. Baş götürəndə o bir ikisi o suyu verən gəldi, ona dedi, gördüm, beni elərlər, suyun içine davanı yatmışdım, onu xarab eləmişdim, onun qarı xarab olmuşdu. Qardaş başıvadı olanla biz Farsı rəsmiyyətlə tanımıyıq, mən Profesor Çehrə Qanuni dostlarındanam. O zaman ki bizim əlimiz televizyona yetişməydi, biz bir-birimizə kağızla getiriydik. İndi bizim televizyonumuz var, bizim əlan böyük, mən bir dənə bu ölkə Azərbaycanın içində olan bir dənə bir sabadam mən. Necə yəni bizim profesorlarımızı allasınlar, aparsınlar bizim siyaset, nə siyaseti, mövqeyi ki bir mədrəsədə uşağı istəyirlər, soracaqlar, deyərlər, buna nə deyər, deyək, sarı deyək, boru qumşu. Sarı yanı nə mənə? Ağa, bu oxuya bilməz, bu kərə zər bölgədəydim bunu əvvəldən. Məgər bizim dədə-babadan bir dənə misalı var, deyərlər ki, insanlar duvarın bir tərəfini yıxanda, bir tərəfini özünə pənah qasaqlar. Məgər bizim başımıza az oyun gəlib bizim gedək. Biz əslən bir dənə yerdə Farsı danışılanda biz o Fars dilin ay dünya Azərbaycanlıları, ay dünya Türkiye. Biz bu mundar dili rəsmiyyətlə tanımıyıq. Və biz Traktorda da görəysən o cavanların hamısı 15 dinindən 20 dinləyəcək. Hamısının bir dənə sözü var. O bir dənə söz budur ki, ay içərdən xəbəri olmayan. 30 il bundan qabağın işi deyil, 20 il bundan qabaq olan iş deyil. Bu Azərbaycanlılar, bunlar yanı canlarından, mallarından, hər nə mənələrin, bunlar arzuleylər bizim gedələr Məhəmməd Əmin Rəsulzadənin deyənləri oxuyalar. Necə oldu Məhəmməd Əmin Rəsulzadə ruhi şad olmuş, böyük şəhidimiz. O zaman ki, nə qədər adam yolladı Avropaya, o Avropada. Elə ki, bu rejim burada bitarı oldu, bizim millətimiz beynindən getdi. O adamlar ki, inanmışdı, Əhməd bəy, onların hamısı gəldi orada qətlam oldu. Və o adamlar ki, inanmamışdı, onlar özlərinə nəcat verdi. Necə yəni birlər, mən bir dənə kağızı imza vurandan sonra, bunun da sərnivişdi mənim əlimdədir. Üçdür bəy, orada hamız yığılıydı. Kürdün birinə deyə bilərdiniz ki, ağa, siz ki gəlibsiniz bu Urumiyə,
Nəyə görə bu farslar sizi bu Urumiyə yollayır? Və siz niyə gəlib bu Urumiyəni iddia edirsiniz? Deyirsiniz bu Urumiyə bizimdir. Deyə bilərdiniz. Deyərək Qardaşım, bizim millətimiz qətliam olur. Millətimizin fərhəngin, dilin, dodağın hamısı qoyub, qaçıb, çıxardıb, gətirib qapıların yudur deyilər. Hələ bizim indi böyüklərimiz inşallah istəyirlər, gedələr, danışarlar ki, biz istiyor gedək bunlarla siyasi danışaq. Bunun nə mənəsi ilə istəyirsən sən siyasi danışasan? Məgər Pars ünvanı insandır. Adam onu hesaba qoyaq. O adamlar əlan biz İran'da bir nəfər Türk ona qız vermirik. Ondan qız almayıq. Ondan biz bir yerdə çörək yemirik. Onlar bir dənə mınlar bir millətdilər. Onlar neçə il bundan qabaq çəkmişdilər tikələrin zanını əllərində kağızla deydilər, ağa qızıl Türkə verərsən, Türkdən qız alarsan. Biz vurduk Tehran'da baş gözlərin əzdük. Getdik kələntərə durduların dalında. Biz erməni ilə savaşıq, ermənilərin kələntərdə duruylar dalında. Əzizi mən başıma dolanım. Əslən, vallah, billah biz belən şeylərə də baxanda əslən vaqən təəssüf edirik. Vaqən təəssüf, siz sahib nəzərsiniz, əndişməndisiniz, ömür keçindirsiniz. Görübsünüz bizim millətlərimizi necə qətl amiliydiler. Mən bir çarə Pamiri Təbriziydi, idarədeydi. Mən buna 5 il yalvardım, ağa sən Təbrizlisən qorxusundan. Bir gün bazınşəst olanda mənə dedi, mən Küzə Kənaninin nəvəsiyəm, mənim əgər bilsələr Küzə Kənaninin nəvəsiyəm, mən dədəmi yandırarlar, məni təbir eləmişdilər, getmişdir Kaşana, mən Beynvanı Kaşaniyəm. Əziz qardaşım, ümidim var Allaha indən belə. Bizim millətimiz bu içəridən ulu quvalalar, bax bu içəridə ələm bir dənə, mən belə demək olar ki, Azərbaycanın bir dənə laf sobanıyam. Ağa, orada anlamayın, ağa sən, ağa edə bilərsiniz, siz bir dənə farsı gətirəsiniz siz öz məclisinizə. Ağa, 1000 dənə sizin dostunuz olsun, əslən düşmandan tarixdə dost olmaz. Ağa, mövqeyi ki, düşmandan məgər dost olar. Ağa, bu olan işdir. Başıma dolanın, qurbanın olun, bizim millətimiz bundan izafə bizə zülmü çəkə bilməz. Biz elə gedəcəyik ki, bunların mən özümlə gedib girəyəm işlərinə. Bəli, gedib işlərindən bunların şeylər gətiriyəm. Nəinki mən gedəm bir dənə kağıza imza vuram, kağızın başını əvəz edəyək, götürək mənim əleyhimə yazar. Dubara mən gələm millətimə deyəm ki, ay millətim, mənim olan işlərim, mən xahiş eləyəm, ay düşdüm, mən xahiş eləyəm, xakənə xahiş eləyəm, amandı gözləyin, sizlər bizim sözümüzsüz, qeyrətimiz, şərəfimizsiniz. Siz indən belə də Allah'ın, bu Allah'ınadır. Mənim düşmanım, mən Allah'dan istəyəm, düşmanım yıxıla damdan öyle, mən gedib onu götürüm orcansın, aparım getirim, əlan onun nəyi var burada? Əlan o nəqarədir. O əlan zəybirey bizdə, o adamlar ki, Azərbaycanın cavan balaları zindandadır, bunların hamısına onlar zəybirey zindana veririk. Onlarla bunlar irtibatdandırlar. Bunların hamısı mənim əlan burada şovinistləri ki, tutaylar, basaylar, bir yerə basanda, mən Xulansazın deyim xidməti və əgər olar, şovinist, komünist, o adamlar səltənətlər. Əgər onlar ehsas edirlər ki, bizim Azərbaycanlılarımızı aparacaqlar orada birini, onu bilsinlər. Biz Cumhuri İslaminin bir rəhbəriyə Həzrəti Ayətullahul Özva İmam Xameyni'nin böğründə duracaq. Onların hamısını zigarını çıxardacaq. O hətta biz da gedib bunun yanında duracaq. Bəni o adamlar ki, orada nəqşə çəkəylər, onlar edə bilməzlər. Onlar oxusunlar, onlar bilsinlər ki, burada bir Allah'a yezdir. Onların nəmələri var? Onlar hamısı onun xalası yoğunun qalıb, bir də xabibisi yoğunu qalıb, orada ondan tabası tutuyor, ondan bu ona pılı yollayır, o buna pəyam verəyə plankəsləri tut, plankəsləri tut. Bizim bir nəfərimiz gedək, biz öz aləmimizdə deyir ki, bəli, biz gedib bunlar içindən bir şey örgəniyoruz. Bəli, vaxtı nəzərdə alın lütfen. Sizə dan sağlıq yazılıyam, çox bağışlayın, dərs çoxdur xuda. Təşəkkür ederim. Mən üçün əvvəldə vaxt verməmişdim. İndi bundan sonra telefonda olan əzizlərimizdən xahişim olacaq ki, biraz qısa eləyin. Sözlü deyəm, çox qısa bir 3-4 dəqiqədə qutara bilsəz yaxşı olar. Güneydən nömrə 2, sonra Kərəzdən alacaq. Biraz sürətləndirin lütfen. Güney nömrə 2, buyurun. Salam, yorulmuyorsunuz. Mən bütün Azərbaycanlılara salam ərz edirəm. Tütür bəyə də salam ərz edirəm. Xoş gördük sizi. Və təşəkkür edirəm ki, bu zamandakı çoxları yatıb və ya çoxları şəxsi keyflərindədir. Siz hətta bu millətə dərdinə yanıb gedib bu məsələlərə qarışıb heç olmasa istəyirsiniz ki, bu millətin dərdini həll edəsiniz. Mən birdən çox təşəkkür edirəm.
Siz çox şəxsiyyətli bir insansınız, amma mənə görə siz çox gözləməlisiniz. Çünki sabiqə tarixi bunu göstərib ki, bunlar düzgün millət deyilər. Yəni bunlarla çox çətindir. Bu tülkü kimi bir millətdir bunlar. Siz də çox necə deyirlər, düzgün, sülhsevər bir insansınız. Bu məsələdə də mən çox qorxuram. Düzdür, sizin hədəfiniz xidmətdir. İndi millət burada ayılıb. Yəni indi həqiqət budur ki, bütün türklər farsların qabağındadır. Sizin bu hərəkətiniz ki, gedirsiniz onlarla istəyirsiniz bir qərara yetirsiniz ki, federal məsələsinə görə bu türk-fars məsələsində ki, millət istiqlal istəyir, bir iddialar ki, vardılar ki, istər-istəməz sizin şəxsiyyətinizə görə sizə inanırlar və sizin dalınızdan gedirlər, sizin sözlərinizi təyid edirlər. Ona görə o güc ki, millət ki, birləşə istəyəcək istiqlala, yəni sizin bu hərəkətləriniz bir iddianın qabağını alır. Yəni bu həqiqətdir. Burada içəridə də iki parçalıq yalanır. Yəni məsələn, fərzən bəhs olanda siz yatırlar qabağa ki, deyirlər ki, o cür bizim məsələn bir insanlarımız var. Onlar belə məsləhət görürlər. Amma burada mənə belə gəlir ki, bu şahtılar ki vardı, bu şahtıların hədəfidir. Çünki həmişə bunlar tülkü kimi bir siyasətmədardırlar. Görürsən, həmişə ərəblərin dedi, nəftin götürüb gətirirlər Azərbaycana, Azərbaycanları onlara qarşı qoyurlar. Nə bilim, Kürdlərə yaman gündə deyirlər ki, siz ariyayısınız, Azərbaycanlıları əzdirəylər, Azərbaycanlı torpağını onlara eşqal etdirəylər. Onlara başın qalxızanda, bəli, onlar sünnidirlər, Azərbaycansız, şiəsiz, bizlənsiz, Azərbaycanlıları ötürəklər, onlardan cəng eləmək. Bunlar bir tülkü kimi millətdir. Mən xahiş eləyəm ki, o şahtılar ki vardı, onlar istəyirlər Seyid Həmzə Əli ilə ilan tutalar. Üzr istəyəm, siz bizə dədə yerindəsiniz. Amma bu məsələləri mən xahiş eləyəm ki, bir dənə oğul kimi sizdən bir dənə xahiş eləyəm ki, bu məsələlərə də diqqət eləyin. Yəni, mənim nəzərimə, o qardaşımız ki, buyuran kimi, əlbəttə düzdür, mən onun bəzi sözünə müvafiq deyirəm ki, məsələn, farslar hamısı itdilər, nədilər, mən onlarla müvafiq deyirəm. Düzdür, onlar da bir insandılar. Amma mən yenə də deyəm ki, o şahtılar ki vardı, əgər Cumhur İslamında, mənim şəxsən özüm deyəm ki, Cumhur İslamı ilə mənim büyünləri, əgər mənim dilimi rəsmiyyətdə tanıyan, mənim öz fərhəngim, öz dilim orla, mənim Cumhur İslamına heç müşkilim yoxdur. O şahtılar gəlir. Mənim büyünləri dilim yoxdur. Sabah şahtılar gəldi, mənim dilim də yoxdur, dilim də yoxdur, heç özüm də yoxam mən burada. Odur ki, çox üzr istəyəm gənə də bu söz deməkdə. Mən bir dənə dedi, oğlun kimi qəbul elə bu sözü məndən. O dedi, itlərlə yoldaşlıq elə, çomağı yerə qoyma. Onların içində hələ bu günə kimi bir vicdanlı bir bəşər çıxmayıb ki, bu necə deyirlər, bu millətin bir dərdin qansın. Necə deyirlər axı, heç olmasa yalandan da olmuş olsa dursun gəlsin desin ki, bəli, bunlar da bir millətdir, bunların da bu haqqı, hüququ var. Əlbəttə ola bilsin ki, məqtəy zamanda məsələn deyilib, amma heç əməl də olunmuyor. Belə yalandan ki, məsələn dedi, örtbasdır eləmək üçün ki, məsələn o neçə il bundan qabaqçı, 3-4 il bundan qabaqçı qiyamda bir dənə söz-söhbət oldu ki, bəli, bunlara dərs kilas veriləcək, mədrəsə veriləcək deyildi, amma elə gənə də 3-4 necə deyirlər, üstü bastırıldı, elə elə çıxdı getdi. Bir də onu ərz eləyəm ki, axırda bu sizin şəxsi hərəkətiniz ki vardı bu məsələdə, düzdür, sizin hədəfiniz xidmətdir. Amma çox bir həssas bir məsələdir. Bu məqtəy zamanda, bu prosesdə millət istiqlala sarı gedə, ola bilsin ki, sizin hərəkətiniz bir hərəkət olar ki, Atatürk kimi tarix boyu sizin adınız Azərbaycanın tarixində yazıla, ola bilsin ki, bir çıqqılı iştibahla, çox üzr istəyəm, düzdür bizdən hər nəzərdən böyüksüz. Bəli, çıqqılı bir iştibahla o Kəsrəvi məsələsi kimi o Azərbaycanın qarğış-qabısı məsələsi gələ qabağa. Və əgər, axır sözümdə budur ki, istəsiz bunlarla bir yerdə bu federal məsələsində girişəsiz, ağa, müştərək deyil, İngilisi olsun, bütün dillərdə rəsmi olsun, bütün dillər hərə dediyi öz məntəqəsində, öz dilində və İngilisi olsun ki, hamı eləyə bilsin ki, heç olmasa dünyaya da bir çıxılsın. Fars dili mənim Əfqanistandan sonra dünyanın heç bir yerində kərə gəlməyir. Sağ olun, vaxtı caldım, xuda olsun. Təşəkkür edirəm. Kərəcdən üçün telefonumuz kəsildi. Tehrandan bir telefon alırıq. Mən üzr istəyirəm Kərəcdən olan əzizimizə. O telefon gələndə xahiş edəcəm efir otağı tez qəbulləsin. Amma Tehrandan buyurun lütfən. Tehrandan buyurun. Əhməd bəy, hər vaxtınız xeyir olsun. Hər vaxt xeyir olsun.
sizi və möhtərəm qonağınızı səmimi salamlayıram. Buyurun. Mən Ziya bəyə iki dənə sualım vardı. Buyurun. Zəhmət olmasa Ziya bəy bu telefondan sonra ya digər telefonlardan sonra cavabı versin ki, əgər bir xarici vətəndaş soruşsa ki, siz hansı millətdənsiz, sizin cavabınız ona nə ola bilər? İkinci sualım bu ola bilər ki, əgər siz desəz Azərbaycanlıyam və o sizdən soruşsa, alo. Bəli, buyurun. Bəli. Əgər o xarici vətəndaş Doktor Ziyadan soruşsa ki, bəli, neçə faiz torpaqlarınız sizin işğal altındadır, o hansı duyğularla cavab verə biləcəkdir? Bəli. Çox sağ olun, təşəkkürlər. Sağ olun, təşəkkür edirəm. Sayın Doktor Ziya Sərçi, sizə qayıdırıq. Sizin suallarınız, yəni fikirlərinizdə 1-2 dəqiqə qalanda xəbər verin ki, telefonlarımızı yenə də açıq qoyaq. Buyurun. Bəli, təşəkkür edirəm. Fikir edirəm, Ağay Obalı, təqribən 20 dəqiqə qalır da vaxtımızdan. Vaxt açıq da qoya bilərik, sizə bağlıdır. Biz açıq saxlaya bilərik. Buyurun. Bəli. Ərz edeyim ki, birinci əzizin söhbətləri ki, məşrutədə, Azərbaycan məşrutəsi və İran, o hərəkət küllən tarixən elə İranın çərçivəsinin içində idi. Əlbəttə Azərbaycanın istəkləri orada çox həm elə mütəmmimi qanun əsası da demək, əyaləti vilayəti o Azərbaycanın əncüməninin israrı və fişarı ilə gəldi. Əslən mütəmmimi qanun əsası Azərbaycanın və onlar o 52 maddeyi qanun əsası da şahla malla paylaşmışdılar, xalqın da başı bövsüz qalırdı. Onlar qətlən o cürdür, amma hər halda qacarı salmaq məsələsi yoxudur. İstəyirəm onu deyəm. Məşrutə idi və Müzəffərdin şah da bir mülayim şahıdır. Xoşbəxtانه qansız və qolu bir Fransalı yazdı ki, İranlıların da olan məşrutə inqilabların əksinə idi. O birisi inqilablarda inqilab olar, qan tökülər, sonra haqq alınar. Burada əvvəl haqqı aldılar, sonra qan tökdülər. Ki, Məhəmməd Əli Şah gəldi, o istibdadı səğirə işarəsi var. O məmaliki məhrusiyə görə ki, bürdüz, mən də eynən bunları dünən də təsadüfən mən elə televizyonu mihəndə danışırdım, əgər zadına gedə bilsəz. Orada vardı ki, dedim ki, İran Səlcuqu dövrəsində tarixi İbn Bibi Ali Səlcuqdan məmaliki məhrusədir. Məmaliki məhrusə İran ya hərasət olunmuş məmləkətlər, hifz və hərasət olunmuş məmləkətlər kimin qabağında? Xarici düşmənin hücumunun qabağında. Bu məmaliki məhrusə İran Riza Şahın əvvəlminci təmrilərində üstündə xoşbəxtانه məmaliki məhrusə İrandır ki, görsədir ki, necə sonra siyasət dəyişilib, onun sənədidir. Qacarın sikkələrinin üstündə və qanuni əsası məşrutənin üstündə məmaliki məhrusədir. Çördülər məmləkəti İrana, yəni Fasların məmləkəti. Bunlar da eynən mən dünənlərimdə ərz edeyim, orada demişəm və yazmışam da elə, siz də elə, hər insan elmi gözünə baxsa buna yetişər. Təşəkkür edirəm təzəkkürünüzdən də. Mərziləri təbən dövlət gətiribdir özündən. Siyasi, yəni qondarma mərzilər də Azərbaycanı 3 yerə bölüblər. Hələ Zəncanda üstündə olur və onlar da hər halda dediyiniz kimi 4 dənə iyalət idi və bəqiyyə də vilayət idilər, yəni şəhərlər özlərini, məclisləri də gərək olaydı və hamısı pozuldu, getdi qanun əsası məşrutədə. Təbən haqqı alallah haqqı verməzlər. Elə necə ki, Ağay Obalı Kürdistan ərağa görə dedi, onlar haqlarını alıblar. Biz də gərək elə öz haqqımızı, mən o millətimizi müsəlləh olmağa görə Urmiyyə məsələsini işarə elədiniz. Mən elə bu Günaz TV-dən bir dəfə bir kərvan istirdi Xatəmi yola sala, o istirdi Kürdünlə Türkün ixtilafı. Onların nəfinədir, hakimlərin nəfinədir bu şərait. Mən dedim ki, lütfən bir cür eləyin imam cümələrinə görə qoymayın o kərvan geçsin, yetişsin Makkıya. Bir cür olsun ki, o maşınlar
dəriyə düşdüyünə gedənməz. Hər ki olmadı. Yox. Elə orada da mən yenə də buradan izad eləmişəm ki, millətimiz əgər müsəlləh olmasa, sabahlarım elə haqlar əldən gedəcəkdir. Mən həmişə buna dəvət eləmişəm. Hətta buna ki, getsinlər, girsinlər ağahlıqla, sipahın içinə, bəsicin içinə, komitələrin içinə müsəlləh olsunlar, özlərindən dif eləməyə görə. Bunları mən yenə də buradan təkrar elədim. Yox. Bir dənə də Şəhriyarın şeiri var. Bu günəcən bu sadiqdir, vəli qoymayaq. Elə bu sözlər, bu məşvərətlər, bu deyilmələr hamısı buna görədir ki, Farsıdan deyibdir. Şəhriyar Dəybəkçinin bir ayrı Azərbaycanlı deyibdir. Ruz-i səxti xak Azərbaycan sər mi şəvəd. Bunu mən neçə dəfə bu faslanın elə əncümənində də oxumuşam. Elə o fikirəm Kölnüdə də hafizəm icazə versə oxudum. Ruz-i səxti xak Azərbaycan sər mi şəvəd. Vəxt asayiş həman sər xak bər sər mi şəvəd. Mən rəhmətlik əmimdən öşitmişəm. Ruz-i səxti خاک آذربایجان سر می شود وقت آسایش همان سر خاک بر سر می شود. Ərdəbilli əziz Ərdəbildən Zəhviran qardaş səy edirik sadə olmayaq da. Vəli o 2000-ci sizdən sonraki buyurduqları kimi mesela bir millətdən nifrət, bir dildən nifrət, biz gərək şövinizmdən nifrətimiz ola. O şövinizmin içində Xamneyi kimin adamlar da var, o da var, bu da var. Amma əsas o Fars hakimiyyətin mənasında gedir. Orada bir təsadüfən bir Sarkozudan zatdan ad apardı Köçəryandan. Mən bir zat yadıma düşdü. Biz Parisdə olanda mən bunu yollaram o Vali bəyə. Bir ittilaiyə yazdıq. Bilirsiniz ki, onu bir o qanunu ki Fransada geçirdilər, bir məxsus şəraitdə geçdi. Yəni o gün ki hamı getmişdi, bir 50 dənə, 500 xurda nümayəndədən 50 dənə nümayəndə vardı ki 37'si olan tərəfdar idi. O qanun 37 nəfərlə geçibdi təyidi ilə. 500 nəfərin yerinə. Və rəis məclis də vəzir xaricə ağayı Fransanın vəzir xaricəsi kimin ondan müxalif idi. Biz ona xitab, mən də Parisdeydim. Orada Parisin əncüməni var ki, rəsmi surətdə mən onun başçısıyam. Onun elə adına və özcə dostlar bir ittilaiyə yazıldı Türkçe dilində və Fransa dilində. Yollanıldı əslisi Fransa. Həm Sinanın başçısına, həm rəisi məclisi Şurayı Milliyə, həm də bir zat var ki, o qanunların, qanun əsasları baxar ki, o ana yasağına, qanun əsası ilə tətbiqi var ya yox. Ona görə ərz edeyim ki, bu yolladıq orada. Hər halda istədim deyəm ki, təşəkkür edirəm ki, onu da mənim yadıma saldınız. Bu da deyilməli idi. Dostlar, çoxlu o Azərbaycan əncümənləri imzalandı. Bu mətnində də xülasəsi budur ki, biz bu bir tarixçilərin işidir, qanunun işidir ki, bu işi görür. Ondan sonra üçüncü... Biraz gözdə də denən tez... Bəli? Ay o bəli. Çox bağışlayın. Mən yayım otağını deyirdim ki, biraz gözləsin. Çünki telefonlar çox zad olur. Bəli, mən də icazənizlə biraz sonra mürəxxəsdə olmalıyam. Sonra olmasa bir ayrı cəlsədə gəlirik, zad elərik. Amma ərz edeyim ki, ondan sonra üçüncü qardaşın sözlərinin hamısı mən təyid edirəm qolu məruf və havasımız da cəmdir, etimad eləmirik, amma kontrol da eləyirik. Orada da özümüz olmasaq, əksəriyyət olmasaq, öz ağrımızla olmasaq, təbən onların prosesləri qabağa keçər, fırıldaqçılıqlarını da mən də biraz tanıram və yenə də görürük və özlərinə də tanıtdırırıq. İşin zadı odur, adam mübarizədə budur və ayrı yolda yoxdur, mütəəssifanə. Hər halda fərmayişlərinizin hamısı
Kərəşlə Zəhviran əziz dostum. Tehrandan Zəhviranda. Mən onun cavabı budur ki, konqrenin, yəni biz qanuni surətdə cavabı budur ki, mən İranı Azərbaycanlıyam, amma millət və ünvanı külliyyəti ki, özgə millətlərin qabağında Sazman millətdə tanınır. O mənada İranlıyıq, pasportumuz, şinasnaməmiz. Özüm Azərbaycanlıyam, İran Azərbaycanlıyam və təbən əgər soruşsalar ki, zat o Qarabağın məsələsinə görə fikr edirəm ki, məndən qabaq heç kəs bunu iddia edirəm, mətləb yazmayıbdı və o məsələdə də o balda mən təkrar eləməyəcəm burada. Mitterrandla görüşmüşəm və o məsələyə görə çox adında deyirəm, Ramiz Əbutalibovdan eləyə bilsəz soruşasınız. Pulda zad olub, o vaxt imkanımız var idi. Vermişəm 2000 frankadan o kitabın çap olmağına 4 cild Qərabağa görə kitab çap olubdu. Birincisini də vermişəm ağay Mitterranda. O da mənə təşəkkür kağızı yazıb. Hər halda o məsələdə mən əlimdən gələni əsir gəlməmişəm. Doktor, pəs belə eləyək, əgər mümkün olsa bir neçə telefon qəbul eləyək, telefonların bəziləri nəzər verir. Xahiş eləyək ki, o nəzərləri heç istəməsəz. Amma dəqiq bir sual olsa, vaxtınız olsa fikir bildirin. Kərəcdən kəsilmişdi telefon, buyurun lütfən, sonra Təbriz Urumiyə. Buyurun lütfən. Telefonların çoxunu qəbul eləyəcəm. Alo. Kərəcdən buyurun. Alo, salam bəsər. Salamlar, xoş gördük. Yorulmayasınız. Sağ olun. Qonağınızı da salamlayıram. Sağ olun. Yaşayasınız, sağ olasınız. Qonağınıza istədim deyəm ki, güzəşt eləyib. Buyurun. Ağay Cənab-ı Sadri, çox iftixar eləyik ki, sizin kimi şəxsiyyətlərimiz vardı. Biz də çox xoşalıq, çox da iftixar eləyik sizin kimi şəxsiyyətlərimiz vardı. Vəli Cənab-ı Sadri, tarixi ki oxuyursan, tarix boyu baxırıq, görürük ki, nə mənə qoftuman ki olub dərbarəyə Azərbaycan, hətta elə Babaş zamanından ta indiyəcən ki, elə Babaş qoftuman elədi, Əfşinciydi, içəyə söhbət elədi biləsinə, silahın qoydu yerə, təslim oldu, apardılar, Samilə də fikir elədilər. Ki, Fəttəxana desə, baxsaq, Fəttəxanın qiyamında, Fəttəxan gəldi Tehranda qiyam, nəzir deyərlər, söhbət elədi, qoftuman elədi, onu da gətirirlər, bu da Tehranda öldüydülər. Əgər Fəttəxan yenə gedib Təbrizdə qalsaydı, yenə bu iştibahına pey yapaydı, gələrdi bir ayı bir fikirlərdi. Elə bir nəzir deyərlər, pişəvəriyə də baxırıq, görürük ki, elə pişəvəri özü də gəldi, qoftuman eləyə, əsləhələr qoydu yerə, əgər pişəvərin iştibahı oldu ki, əsləhələrini qoydu yerə, nə bayır əsləhələrini qoydu yerə, mübarizə eləyəydi. Cənab-ı Dözdür, biz elə baxırıq ki, bu hökumət özü elə həman şahın hökumətidir. Ezarba demişəm ki, nə də deyirəm. Gətiblə Cumhur İslamların savaşdı, gətib Cumhur İslamını qoyubdu. O həftədə elə Amerika şəbəkələrində şəriyyətimə daha gəlmişlər. Şəriyyətimə də o zaman 30 il bundan qabaq onun dədəsi Azərbaycanlıya çox möhtərəm bir kişi idi. Hələ indi onun oğlu, hələ özü ki, biz sonra iki yanımız iki nəqə bizə xiyonət eləyibdi. Əslində bizim ərzişimiz yox, onun bizim yanımızda ərzişimi yoxdur. Ki, gələ onu bir dənə bazitə qoyubla qabaqlarına, onu ötürlə aya. İndi bu həftədə pişəvət nəsi deyərlər, tüydələr gətiblər, atıblar araya. Biz hər nəqətdə eləyəndən sonra bu qoftumanlar bizim zərəlimizə qutulacaqdır. Cənab-ı Səd, biz sizdən xahişimiz odur, bu becan ki, vaxtınızı tələb eləyəsiniz, qoftuman eləyəsiniz, üz istəyəm, mən sizin çox titsiyizəm bu sözü sizə deyirəm. Vəli xop, biz bu təcrübələrdən, bu tarixin təcrübələrindən deyirəm. Nə qədər bu cür türkü sifətlərə itminən eləyəsiniz, qoftuman eləyəsiniz. Becay qoftuman, yığılın öz qurultaylarımızla, öz böyük əsnaflarımızla birləşin, bahəm, bir həmfiş, həmrəy olun. Bir dənə əsnaf deyin ki, gəlsinlər bizə burada bizi də rəhbər eləsinlər. Dünən mən özüm evdə yox idum. Qoran oldum, daha sayışı dedim, çox qəşəfənəm idi geçən gecədə elə. Bu gecədə də onun idaməsidir ki, bir dənə qəşəklərdən elə yoldaşlardan deyildi ki, hətta biz eləyə bildik, kəfənc yaxşıdaq xiyabana. Mən belə özüm, bir dənə qadın Azərbaycan eləyə bilirəm, kəfənciyəm, gedəm, necə deyirlər, etiraz eləyəm, öz haqqaniyyətimizdən difə eləyəm. Biz istiqlal istəyirik. Biz eləyə bildik, biz 35 milyonluq, biz eləyəmirik, biz yəni kütlə tam dəyik. Kürdistanda indi Əhməd Bəy özü deyildi, özü istiqlallarını ələ alıblar. Biz Azərbaycan eləyəmirik, 35 milyon, 30 milyon eləyəmirik, öz istiqlalını ələ ala bilər. Çox təşəkkürlər, çox sağ olun. Nəzir deyərlər, Əhməd Bəy güzəştlərə də vaxtınızı da alıram. Yəni Bakının bənaməsi, Azərbaycanın
öz Azərbaycanımız, Quzey Azərbaycanı deyəm. Nəsə birləşdilər, yığıldılar, töküldülər meydana. O meydanın təcrübəsini bizə deyin, biz də eləyə bilərik, bizi də rəhnama eləyin, bizi də necə deyirlər, təşkilatdan, biz də təşkilatlara çalışırıq. Mən də özümüz kimi razı olan təşkilata. Düzdür, bir sabahdan xaridə bir qadınam, mən eləyə biləm, Azərbaycan üçün canımı da verəm, malımı da verəm, balalarımı da verəm, fəda olacam Azərbaycanıma ki, Azərbaycanın istiqlalını əl alaq. Bizim fəqət istəyik, birləşək, özümüz bir olaq Azərbaycanı nəzat verək. Biz istiqlal istəyirik. Çox təşəkkür edirəm. Sağ olun, çox təşəkkür edirəm. Təbrizdən olan telefonumuz kəsildi. Urmiya var, Xalxal var. Buyurun, Urmiyadan buyurun lütfən. Sürətlə. Bəli. Hər vaxtınız xeyir, sayın Ubaylı. Hər vaxtınız xeyir olsun. Mən salamla sağlayıram, əziz qonağınıza, cənab Ziya. Mən Ubaylı, imkansa əvvəldə sənin özündən bir sual edim. Aya, bizim bu doktoru nümayəndə seçdilər. İstifad edim ki, doktor özü sizin tamam sözlərinizə, vergilərinizi hamısını təyin edirlərdi. Vəli istixarla da bir şey 50-ni sınıfaydan mənə vergilərə veriblər. O verməyəndən mən fikrin başına böyük etib ki, bunu seçiblər ki, orada bizim millətin, Azərbaycanın, arada bizim nümayəndəmiz deyilir. Mən özüm məsələn federalına müxalifəm. Federalı Möhsin İzahidə. Bizim Rəis Cumhur yazılarında, Bastı yazılarında bu da qalmışdı. Bu Paskayın sözüdür. Əzizim, aya, bu cəmaat, ya tamam təşəkkürlər. Bizim əziz döktürümüz Təbrizi. Aya, bu ağa döktürü ziyanı qəbul edirsiniz. Sən özün bir dənə nümayəndə və özü təşəkkürlü cəmaatdan aya ayrı. Məsələn, İldırım bəy ekasını zəhvur edir. Ya döktürü Təbrizi zəhvur edir. Aya, bu döktürü ziyanı qəbul edirlər ki də Azərbaycanın millətindən, əvəzindən danışa federasyon. Sizlər istəmir, sayın döktür. Sayın döktür, biz azadlıq və özümüzün bardağımızı istəyirik. Bu millətdən bu sual eləməzdir bizim böyüyümüz Əhməd Ubaylı. Bəli. Aya, sən özün qəbul edirsən, gedəsən bir dənə millətin əvəzindən ki, millət, aya, mən öz millət, bir dənə Azərbaycan, Türk insan olan, mən İranlı deyiləm. Sayın döktür, özün qəbul edirsən ki, gedəsən millət səni qəbul eləmə, indi döktür, Ubaylı millətə soğuk bunu qəbul edirsən əvəzindən, federal üstündə o beynəlhəqdə danışa ya yox. Mən qəbul eləməyəm. Behtərdir ki, sən bu bizə atəkkəl və ata yerində indi bu televizyondan eyləm eləyəsən ki, mən bu nümayəndəliyi istəmədim. Millət qəbul eləməyir. Millət azadlıq istəyir və Azərbaycana, bizim öz ərazimizdə. Nə federal? Federal Cumhuri İslaminin o adamlarla qəbul səndən bu cür istirlə danışarlar, vergi verirlər. Millətin başını yakala, bir şiyə yakalar. Bunlar vaxtını da bu atomda vaxt xoş edirlər, sayın götür. Bizim Azərbaycana da istirlər vaxt xoş edirlər, vaxt öldürərlər. Bu sual. İkincən də dörtdür. Əgər bu təşəkkürlə səni qəbul ediblər, sənin burada danışığın sabah gedətsən, neçə gündən sonra gedətsən, nə məbnanın üstündədir, nə hansı usulundan danışatsan, millətə nə istəyətsən, milletin istəhlisin, bilirsən millət nə istəyir. Biz ki gedik, bizim mədrəsəmiz, mən sayın döktür, bu cəmaldan tanırlar məni, mən kötəyyənlərdə, mən heç hələ hökmü veriblər. Aya, mən ki deyəm, mənim uşağıma bir dənə məktəb olsun ana dilində kötəyyəm və o bəndə 15-19 sənə oxudu ki, azaddır bir millətdən, biz millətik, qovumu deyilik. Bizə deyirlər 30 milyon, neçə milyon cəmiyyət, bizim bir məktəbimiz yoxdur. Nə mənə, hansı söz verdiyi bulanın danışatsan? Fididal əsən bu millətə yargı yarın nə mənə? Aya, böyle biz Təbrizlə ərdəbil verəcəklər bu ya, ya bizim tamam hududumuz, ərazimiz. Sayın doktor, məndən bu qədər yaşasın Azərbaycan. Təşəkkürlər tamam Dünya TV-dən. Sağ olun ki, siz də 3 dəqiqə qutara bildiniz. Mən Təbrizdən, Ərdəbildən, yenə Təbrizdən, Urumiyyət, sürətləndirin lütfən. Təbrizdən nömrə 2, buyurun, sürətlə. Selamlar. Xoş gördük sizi, buyurun. Xoş gördük, çox sağ olun. Təbrizdən bütün hallarımızın şərəfli, qeyrətli, namuslu insanların səlamlayıram. Dünyanın hər yeri adılan. Hörmətli Ziya bəyin çox müdəbbiranə, vasitəvadanə, danə söhbətlərindən çoxlu faydalandıq. Mənim sözüm nə sizə və nə Ziya bəyərdir. Millətimizə 3 dənə sözü çatdırmalıyam ki, tariximizdə ən böyük bədbəxtliklər bu 3 dənə məsələdən gəlib bizim millətin başına. Biri keçmişimiz unutmuşuq. İkincisi, həddindən artıq insani fikirlərə malik çox insan olmuşuq biraz. Bir də düşmənimizə rəhm eləmişik. Bizim millətimiz bundan sərkir.
Biz bundan, bu məsələdən üstündə çox düşünməliyik. Və millətimizin silahlanması, 400 Ziya bəy bu məsələ ilə öz günahlarını yumağa çalışır. Onu elə hamımız bilirik ki, bundan bu yana yer kürəsində bir millət kimi şərəfli yaşamaq üçün biz bütün millət olaraq milli silaha malik olmalıyıq gələcəkdə və inşallah da o gün olacaqdır. Hamıya salamlarımı, saygılarımı çatdırıram. Çox sağ olun üçün təşəkkürlər. Yəni mən fikir edirəm ki, doktor Ziyanın günahını deməyəcəm, o fikridir. Buyurun, Urmiyədən üzr istəyirəm. Təbrizdən nömrə 3, buyurun, Təbrizdən. Biraz sürətləndirək lütfən. Təbrizdən nömrə 3, buyurun lütfən. Alo. Bəli, buyurun lütfən. Yormayın Əhməd bəy. Sağ olun, buyurun lütfən. Əhməd bəy, özünüzə qonağıza yormayasan deyəm. Sağ olun. Mən qonağızdan soruşurdum ki, bizim ədəbiyyatımızda, musiqilərimizdə bir də məsələn oxuyuq o tayda ya bu tayda düşənlər başında ya da salasan məni. Mənzur Azərbaycan bu bilidir da, şeirlərdə, musiqilərdə. Buna İran tamamiyyətin içində nəcüsü federalist bu işə çare eləyə biləcəkdir. Millətin arzusudur da, uşaqlıqdan deyək, aracılar qanunun doğurdular, mən səndən ayrılmazdım, zülmünə ayrıldılar. Bunu ayrı millətlər bizə təsmin tutubdur, bizim millətimizdə müxalifət edib. Əgər federalist olsa buna nə cür çare edəcək? Bir də özünüzdən xahişim var, bəynəmənin axırında imkan olsa, məhəbbətin səsi ilə o necə dözün bu dağlara, ay dağlar. Sarı bülbül hayayla. Onu xahiş edirəm, əlləriniz ağrımaz. Tapa bilsək də, tər tapacaq. Yayım otağı qaldı, oldu sizə. Oldu, telefonlardan yenə də Ərdəbil 4, Urmiyə 5, doktor bağışlayın, sizi çox saxladıq bugün. Ərdəbil, buyurun lütfən. 4. Salam, axşamınız xeyir Əhməd bəy. Hər vaxtınız xeyir olsun, buyurun. Sayın Doktor bəyə də axşamınız xeyir arz eləyəm. Bəli. Doktordan bir dənə sorğum var idi ki, o federalləri kongrəsindəki orada danışıqlar. Soruşuram ki, orada nə dildə danışdılar? Ya farsı dilində danışdılar, ya türkü dilində danışdılar? Bəli, farsı dilində. Orada elə hamı bir dildə danışırlar ki, o biriləri başa düşsün. Mən vaxt çox olmasın deyə istəyirəm. Buyurun lütfən. Farsı dilində. Mənim mənsurum budur ki, o cür yerlərdə əvvəlazim bizim nümayəndəmiz əgər olsa, bizim sözümüz istiqlal Azərbaycandır. Federallarla bizim sözümüz yoxdur. Bizimdən o cür yerlərdə karıxıb gedəndə xahişimiz budur ki, öz ana dilimizdə orada sözlərini desinlər. Təşəkkür edirəm fikrinizdən. Sağ olun. Urmiyədən olan kəsildi. Mərənddən nömrə 5 buyurun. Mən sürətləndirirəm. Mərənd nömrə 5. Salam Əhməd bəy, yorulmayın. Xoş gördük. Salam Əhməd bəy, yorulmayın. Sağ olun, buyurun. Yaxşı inşallah. Çox təşəkkür edirəm. Əhməd bəy, fikirləşdirim, mən dörd ziyan sifətirə ehtiram qoyuləm. Bəli. Amma bir də ərzim var xüsusiyyətinə. Bəli. Elə bir Dörd bəy teatrın toplarında 100.000 tamaşaçının səsini eşitmir. Bəli. 100.000 tamaşaçı çığırır, belə deyil var. Təbriz, Bakı, Ankara, biz hara, faslar hara. Bəli. Ağa, siz istəmirik özünüzə faslan qucağına. Zor deyil. Məndən o qədər yaşa sağ olasınız. Sağ olun. Tehrandan buyurun. Tehran Urmiyə gəldi deyə indi Urmiyə qayıdacağıq. Tehrandan buyurun. Biz hər halda bir zaman Tehrandan buyurun. Alo. Bəli, buyurun lütfən. Sürətləndirin. Buyurun lütfən. Bəli. Salam eləyirəm qonağımıza. Xoş gördük. Necə eləyə bilər? Bəli, eşidir sizi. Doktor sizi eşidir. Siz sözünüzü buyurun. Buyurun lütfən. Bəli. İstədim onu deyəm ki, eləyə bilər ki, bu ermənilərə bu faşlar 1 milyon nəfər ola bilmirlər. Eləyə bilərlər bu faşlar bu ermənilərə dillərində mədrəsə qoyarlar. 35 milyon insana, 35 milyon türkə mədrəsə qoya bilmələr. Dedim bunu görəm, bu qanun düzdür, ya ola bilər bu qanun? Ermənilərin sayı İranda 47 mindən çox deyil, onu bilin. 1 milyon zat yoxdur. 47 mindən çox yoxdur. Milyona yetişmir, bəli onların dillərində mədrəsə qoyurlar. Ola bilər ki, biz 35 milyon insan ki, onlar heç bizim məscidimizə, imamımıza da etiqadları yoxdur. Bəli. Aydın. Çox məndən bu qədər. Sağ olun, çox təşəkkür edirəm. Bəli, Almandan buyurun lütfən, Şükür bəy. Bəli. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Doktor bəy də salamlayıram. Çox sevindim doktor bəy görməkdə burada. Fəqət sual eləyəcəm mən doktordan. Ki, doktor bəy,
bəs siz nə zaman bunlarla əvvələn müzakirə dediniz? Əgər bu müzakirədirsə, bəs nə zaman müzakirə edirsiniz? Bu rejim gedəndən sonra yoxsa bu rejimlə? Əgər bu rejimlə müzakirə edirsiniz? Yox, burada müxalifətlə müzakirədən söhbət gedir. Müxalifət nədir? Hələ hakimiyyət vardı, qüdrəti də vardı. Hələ getməkdə fikri yoxdur. Əvvəl gərək hələ bu rejimi yıxarlar. Bu rejimin getmək üçün dünən də bu televizyonda danışdıq bunu. Yollar vardı. Ya həmlə eləməlidir, ya belə də dalda da nəysə bir neçə təşkilat danışılar, nümayəndə gedə, Xameneyi alvaralar, ondan sonra sən Allah gəl düş, ondan biz gələk və haqq hesab biz həll eləyərik. Ya bu yoldur, ya da ki, inqilab yoludur da. Məsələn, əgər bu cürdürsə, yəni bunlarla nə zaman danışacaqlar? Nəyin üstündə danışırlar? Hələ nə bu rejim gedir, nə hələ Amerika vurmaq istəyir. Fəqət cəmaat hazırlaşır ki, 99% bilirik ki, 95% bu cəmaat istəmir. %95'i istəmir bu sistemi. Sabahları inqilab da olsa, bəs bunlar yine müzakirə eləyəcəklər. Bəlkə partilər ayrılacaq, ondan sonra bizi bir yerə qəbul eləməyəcəklər. Kürtlər ayrılacaq, heç qəbul eləməyəcək. Və xüsusi cəmaat əksəriyyətdə olacaq, deyəcək qardaş, qəbul eləmirəm. Buna fəqət istəyirdim doktor bəy bir aydınlıq gətirsin. Yəni siz o müzakirələrin tərəfdarısınız ya müxalifisiniz? Onu mən bilmirəm. İndi müzakirə olunmağın tərəfdarısınız ya müxalifisiniz? Necədir, mən başa düşmədim. Nə müzakirə? Axı mən bir şey bilmirəm ki, doktor bəy nədən müzakirə gedir axı? Bax gələ cəmaat gəlməyib, bu rejimi salmayıbdı. Mən çöldə kimlə, əgər o təşkilatlarla ki müzakirə gedir, xop. Onların heç birisi indi də əsasnamələri vardı da, hamısının da qədim zamanda heç hamısı saytlarındadır. Əsasnamələrində heç bir insanın rəsmiyyəti tanımayıblar. Hələ çox ibtidai hüquqlara rəhmət rəsmiyyəti tanımayıblar bunlar. Hələ nəzir ola bilər ki, vaxtı ki ibtidai insani hüquqları hələ kol İranda yaşayan rəsmiyyəti tanımayıblar. Gəlib milliyyətin haqqın sistemi millini necə rəsmiyyətə tanıya bilər? Mən inanmıram və bu imkansızdır. Bunların qəbul elə, bir dənə məntiqi insanın ağlına sığıya bilməz ki, neysə bunlar birdən-birə bir gecədə əsasnamələrində yoxdur. Sabahlar birdən-birə dönələr, neysə kimin xatirinəsə gələrlər, olalar demokrat, hər nəyi qəbul eləyərlər. Və bir federalizmi qəbul eləyərlər, onun içində də tamam insan hüquqda verirlər. Feylən ki, qəbul eləmirlər, amma təşəkkür edirəm fikrinizdən. Çox sağ olun. Mən doktor, eşidirsiniz doktor. Bəli, icazə versəz mən cavab verəm. Belə bir iş görək də, mən sizdən bir xahiş edeyim. Bizə çox telefon vardı. Biz 3 telefonu da qəbul eləyək. Siz nəzərlərinizi deyin. Vaxtınız olsa durarsınız, vaxtınız olmasa siz təşrif aparın. Yox, mən həqiqəti bir dənə fiş eləmirdim, zad olasın. Üçdə bir paltak otağına çağırılmışam. Bəli, amma bir amma vardı. Amma biz telefonlarımızı açıq qoyaq. Telefonlar gəlsin, siz olmasaz da. Biz onu yerləşdirəcəyik sayta. Siz bərən ki, millətin nəzəri ilə tanış olasınız, onları özü sonra vaxtınız olanda qulaq asarsınız. Amma bu 3 dənəni sürətlə alaq. Ləndəndən, bəli, buyurun lütfən. Feridun bəy. Mən adla gedəcəm. Yorulmayasınız Sayın Obalı bəy. Xoş gördük sizi, buyurun. Çox sağ olun. Döştür bəyə də salam deyirəm. Sayın Sədullah Şiraf bəyə də salam deyirəm. Öncəliklə bir sual vardı. O içəridən sual olubdu. Mən onu əvvəldən bütün internet təvəssütü ilə buradan dostlarla da rabitəmiz vardı. Onlar içəridən zəng eləyə bilmədilər. Mənə bu sualı veriblər, bir xanımdır. Bir oğlu zindandadır, Güneydən. Bu sualı veribdir mənə. Mən Sayın Döştür bəyin xidmətinə yetişdirəm. Sayın Döştür bəy, belə buyururlar ki, qoca bir yaşlı bir xanımdır. O oğlu çox dərddir, çox müsibətdir. Sizin söhbətlərinizə qulaq asa-asa. Mənə çox and içibdir şərəfə, Qurana bilmirəm, özü inandıqlarına. Ona görə deyirəm, heç lüzumu yoxdur bu sualı. Özüm olsaydım eləməzdim. Bəli, bu sualı eləyib ki, sizin xidmətinizdən siz buna inanırsınız ki, siz oyuncaq olmuşsunuz fasların əlində.
sizi faslar kullanırlar, bir hesab yani su-istifadə edirlər. Çünki söhbət bundan gedirdi ki, siz belə buyurduğunuz şeylərdir ki, sizin yazınızı, o özünüz əlinizlə o bəyaniyəni ki yazmışsınız, o bir başqa bir bəyaniyədir. Faslar onu ki verib deşiyə, o bir başqa bir məsələdir. Ona görə bu xanım çox ağlaya-ağlaya mənə deyib bu sözü, narahat ola-ola mənə bu söz deyib ki, ya kaş mən öləydim bu sözü eşitməyəydim bugünkü Naz TV-dən, ya da ki döşdük Təşkilatı bəy bugün çıxış eləməyəydi, bu sözü biz eşitməyəydik ki, bir adam bu yaşda, bu başda, bu sinnidə, bu məqamda, bir döşdürlüğündə bir adam gedib, bir dənə bir zəhməti çəkibdi, özü də bir günləri gəlib etiraf edir ki, faslar bizim başımıza böyük qoydu. Mən bunu yazmışam, onlar onu verib eşiyə. Bu onun sualı idi. Bir başqa sual da ki, xidmətçilərinizi eləməliyəm, belədir ki, Sayın Göçtür bəy, bu sizin deyirlər ki, bu əlbəttə dostların bir işarələri ki, siz orada çıxış eləyəndə, əgər siz federala inanırsınız, federalizm sisteminə inanırsınız və sizin dostlarınız da buna inanır, bəs nədən, yine də mənim sualımdır, başqa sualdır, bəs nədən siz orada eləyə bilmişsiniz ki, hətta əgər o yazdığınız pisdən, yaxtıdan, onu da bir türk dilində və qolu öz türkçəmizdə, Azərbaycan türkçəsində də bir sadir eləyəsiniz, o yazdığınız bəyanı yəni. Amma indi qaldı mənim öz icazəzlə, mən öz fikrimi bir dəqiqədə deyim, bir dəqiqə, 2 dəqiqədə deyim, xilas edeyim. Sürətləndirin lütfen, bəli. Çünki doktorun görüşü var, getməlidir, bəli. Buyurun. Bilirəm. Mən əvvələn bunu deməliyəm ki, Sayın Uvalı bəy, sizi bu günləri, sizdən bu günləri mən rəsmən üz-üzə deyirəm, razı deyirəm. Sizin bugünkü çıxışınızdan heç razı olmadım. Çünki özü əvvəldə bir gözəl söz buyurdunuz ki, bu günləri burada fikir mübadiləsidir. Göçtür bəy, Ziya Sədrül Əşrafı bəyin söhbəti yoxdur. Ziya Sədrül Əşrafı bəyin fikrinin mübadiləti, fikrinin ortaya qoymuşuq, mən bir tərəfdən, o da bir tərəfdən. Öz fikrin deyəcək. Amma mən buradan sizinlə razı düşmədim ki, Göçtür bəy bildiğin, əqlinə gəldiğin, nəyə inanır onu qoya bildi ortaya. İndi siz qoya bilmədiniz ortaya da bilmirəm, indi mənə naqis gəldi. Yəni mən az danışdım, düz deyirsiniz. Siz çox məsələləri açıqlayabilirdiniz, açıqlamadınız və bu da inanıram ki, çox insanların ürəyində bu günləri yer aldı sizin bugünkü bərnaməz. İnşallah ki, bunu bir başqa bir məsələdə, başqa bir gündə bu məsələni açıqlayasınız. Çalışdıq ki, doktor çox Ziya Sədrül bəy söhbəti yoxdur, bu da fikir söhbətidir. Mən çox özüm şəxsən buna inanıram ki, Ziya Sədrül Əşrafı bəy bu günləri, əgər zəhmətlərinə baxmayaraq, da qolu yaşına baxmayaraq ki, bir belə bu yaşla, bu da qolu zəhmətlə gedir, orada istir millətinə bir xeyr iş görsün və buna inana bilmir ki, bizim Sayın Göçtür bəy, buna inana bilmir ki, bir para türklərlə tərəfdir ki, bunların ruhu iman gətirməyibdir. Yalnız Göçtür Ziya Sədrül Əşrafı bəy gedən yolu, rəhmətlik pişələri budaq-budaq getdi. Səttarxan rəhmətlik budaq-budaq, yəni qədəm bə qədəm, qarış-qarış gedibdir. Amma nədən bizim Sayın Göçtür Sədrül Əşrafı birdən pişələri kimin bu böyüklükdə insandan dərs almayıb? Ya bir Səttarxan kimin insandan dərs almayıb ki, baba, biz kiminlə tərəfiq, bu mənə özü məətəl edildidir. Çünki buna görə ki, mən inanıram ki, Sədrül Əşrafı bəy bir gün faslar və qolu güneydən dediyimiz o anam kimi, o anamın sözünə qatılıram, o xanım bacım ya anamın sözünə qatılıram ki, çox gözəl dedi ki, Sədrül Əşrafı bəy bir gün kullanırlar. Buna görə ki, su-istifadə edirlər. Buna görə ki, bilirlər ki, Azərbaycan çıxmır, fasların, məsələn, mallasını yıxıb kravatlı malla gətirsinlər yerinə. Deyirlər gəlin bu türklərə, bu Azərbaycanlılara nüfuz eləyək. Bu Azərbaycanlıların da bir gün bir böyük mövqələrindən, mötəbər mövqələrindən, savadlı mövqələrindən biri Sədrül Əşrafı bəy adında bir insandır. Gəlin bunu tutaq və olmasa bunun təvəssüsü ilə birlikdə insanı çəkək meydana. Vəli onları kör də qolu faslar özləri deyərlər, kör görüblər. Heç zaman bu iş olmayacaq. Mən inanıram ki, mən zaten Sayın Sədrül Əşrafı bəyin fikirləri ilə müxalifəm, yolu ilə də müxalifəm, buna fikri ilə müxalifəm. Çünki buna inanıram ki, Sayın Sədrül Əşrafı bəy heç zaman bu yolu ki gedir müvəffəq olmayacaq, heç zaman olmayacaq. Çünki düşmənlər əhriməndir, çünki düşmən şeytandır. Yəni Sayın Sədrül Əşrafı bəy bunların kirinə düşsə, 100% ip salacaqla boynuna. Əsən sözün fikri eləmə. Salacaqla boynuna təsəqilindən çəkəcəklə qoyacaqla göyə. Bunlar o sifətdən, o nəsildən bir gələn bir insanlardır. Müntəha Sayın Sədrül Əşrafı bəy bunların necə görmədim hesablarını, ya bunların necə bir xiyal olur bu məsələlərdən, bu valla həm mənə, həm də çox insanlara sözdür ki, sualdır ki, necə bu məsələni, bu böyüklükdə məsələni gəlib
göz yumup gedəsən. Məsələn, Sayın Sədr Əşraf bəy buyurur ki, biz orada bəyaniyədə yazmışıq ki, dövlət hakimiyyəti mərkəzi və hakimiyyəti məhəlli. Məhəllidən mənzur yəni İran hakimiyyətdir, məhəllə də Azərbaycandır. Azərbaycan İranın bir məhəlləsidir. Ya bundan artıq olsa gəl lütfən buyurun. Nədə yəni məhəlli? Məhəlli nə demək? 35 milyon insanın məhəlli də devlət olar. Ölüm olsun o millətə ki, məhəlli devlət istəyir qura. Nəinki insana, ölüm olsun o millətə ki, 35 milyon, 7 min il, 10 min il tarixi sürə-sürə torpaqların qoruya-qoruya, tarixin qoruya-qoruya, varlığın qoruya-qoruya gəlib çıxıb bura, bu günlər istəyir ki, malların əlindən qutulsun, orada gəlir, məsələn, məhəllə hakimiyyət quracaq. Bax, bu məhəllə hakimiyyəti, məsələn, sualdır. Ya, nə sualdır? Mənim nəzərimdə sən batildir, beləncə bir iş ola bilməz. Ondan sonra Sayın Sədr Əşraf bəy buyurur ki, biz bunların, bu yazıların hamısını, mən orada bir cür yazmışam, faslar götürüblər, bir cür sadir ediblər. Axı beləncə bir iş ola bilər. Sayın Sədr Əşraf bəy yadımdadır, bu gün TV'də bir gün gəldi, millətin o narahat vaxtında. Kütlər götürüb Urmiyanı qoymuşlar dallarında, təhlükəsində. Orada suxanlarını eləmişdilər və Sayın Sədr Əşraf bəyə burada etirazlar, intiqadlar ki, qardaş, sizin bu federal demokratlar bu işi gördülər, bunlara bir cavab, bunlara bir söz. Dedim, mən orada dərdim, mütləq adamı ötürəcəm eşiyə, ötürəcəm, mən gözüm üstə qutarım Sayın Obalı bəy, 10 saniyə. Ötürəcəm eşiyə, ya əslən bu məsələyə yetişəcəm, belə bir iş olmaz, ola bilməz, getdi üstündən su işlərsən, yox oldu bərnamə. İndi də bugünkü bərnamə, Döştür bəy gəlib bir dənə məqalə yazıb, mən Döştürün öz fikirləri ilə zaten öz vücuduna imanım vardı. Müntəha Döştürün lobərusunda oturan əhrimənlərə imanım yoxdur. Ki, Döştürdən də şahidiyəm, buna görə ki, necə bunlara iman gətirir, necə bunlarla oturulduğu yerdə, necə bunları qəbul edir, istiqlalçılarla, ya başqa öz təşkilatçılarımızla işbirliği aparmağa indi ya can veririk, ya bilmirəm, utanırıq, ya bəyənmirik, amma Kürdlə, Farsla eləyə bilirik, bir halda ki, Kürd də, Fars da bu günləri Azərbaycanın məxsus qanuna xüsuslayıbdır. Cumhuri İslamı ketmərəmin, Cumhuri İslamının yerində oturan kravatlılar mütləq Azərbaycanın kökünə su bağlayacaqlar, iddia edirlər. Rəsmən vəliəhd bunu, rəsmən bu 3 xurdadı 1385-də mən Fedai Amerikada, Voice of Amerikada sual elədim, biləsinə dedim, Təbrizdə qətlam olur, Təbrizdə Cumhuri İslamı adam öldürür. Axta sənin heç olmasa nənən Türkdür. O nənəvin ehtiramına Təbrizlərin bu Azərbaycanın durdalısında. Çönlü mənə dedi ki, dəqiqən bu əlindən, tarixdir, bu yaddan çıxmayıb ki, o da zəbt olub qalıb. Çönlü deyir ki, bəzi yaz dostlar, mən türküsün deyirəm, deyir, bəzi dostlar bizi başa düşmürlər. Bizim məsələmiz hər nə mənədir, İranda həll olmalıdır. Əgər qərar olsa ki, Cumhuri İslamının getməsi ilə İran parçalanacaq, tamamiyyətə əziyyət coğrafiyayı İran xətərə düşəcək, mən şəxsən dururam Cumhuri İslamının dalısında. İndi mən də buradan belə rəsmən elan edirəm bir Firidun adında, qərəmərikli Firidun adında, istiqlalçı adında. Əgər qərar olar ki, Cumhuri İslamı gedə yerinə vəliəhd gələ, əlimə Klaşinkov alıram, o vəliəhdlə müstəqim Təbrizdə mübarizə elərəm, tamam soydaşlarımda yığaram dalımcan, deyərəm, baba, şeytanı ötürüb əhriman tutmayacaq. Heç olmasa bu nəğz şeytanın əlində, biz bilirik nə eləməliyik mallaların əlində. Mallanı ötürü eşiyə bir dənə vəliəhd kimin bilmirəm, nökərin oğlu, nökər kimin gəti, onunla işbirliği apar, vallah bu hər Azərbaycanlıya nəngidir. Mən bu sözü vəliəhdin öz ifratı sözünə görə dedim. Bəcərinə heç lüzumu yoxdur bu məsələ alsam. Sizə can sağlığı arzulayıram. Təşəkkür edirəm. Biz son telefonumuzu da, bəli, buyurun Azərəxş müəllim, buyurun. Doktor getməlidir, çox üzr istəyirəm. Bəli, salam aleyküm. Mən Azərəxşəm doktor bəy. Sizə salam ərz edirəm və bunu da ərz edeyim ki, siz əvvəldə güdə-güdə deyəcəyəm məsələni, siz əvvəldə o torpaq məsələsinə dediniz, toxundunuz ki, torpağın heç ərzişi yoxdur, dəyəri yoxdur, nə bilim, Ukraynanın torpağı ilə dəyişərəm, istəmirəm o dərinlə gedəm sözün. Vəli qardaşım, bunu biləsən ki, bizim millətimiz torpaq üstündə vuruşur, dili üstündə vuruşur, milliyyəti üstündə vuruşur, tarixi üstündə vuruşur, varlığı üstündə vuruşur ki, tapdalanıbdır. Bu bir. İkincisi, siz federalçısınız, əqidə sizə möhtərəmdir, qəbul edirik, federalçı olun. Amma xahiş edirəm, bu federalçı düşüncəni Azərbaycançılıq düşüncəsinə təzriq eləməyin. Bunu Azərbaycan milləti qəbul eləməz. Mümkün deyil qəbul eləyə.
Eşidirsiniz telefonları. Bu bir saate yakında gelen telefonları kulaklarınızla eşittiniz ki Azerbaycan'ın içinden o boğuntulu şeraitte, o terör şeraitinde, o nəğd ölümün karşısında duran kardeş bacılarımız size ne cevaplar verdiler? Federalçı Azerbaycançının derdine değen değil. Her bir şey hareket eləyər, təkamül tapar. Təkamül tapdıkça da yeniləşər. Görünür ki, kardeşim, doktor, ben de seninle hem yaşam. Görünür ki, siz təkamül tapa bilməyibsiz. Siz hələ o İrançılıq düşüncesinden, şevinizmin o sizin beyninize yerleştirdiği düşünceden özünüzü kurtara bilməyibsiz. Siz hələ danışdığı sözlerin çoxu Fars kəlməsidir, kardeşim. Ona göre ki, siz federalizmden difa ediyorsunuz. Ve sonunda bunu arz edeyim size. Vaxtı çok tutmak istəmirəm. Azerbaycan milleti bu günləri istiqlala iman getiripti. İstiqlal istəyir. Siz indi gedib orada oturupsunuz. Siz orada ələ salıblar. Sizi orada Azerbaycançılıq adıyla ələ salıblar orada. Bunu dərk eləməyibsiz hələ. Təkamül tapmayıb məğzisi görəsiniz sizin başda nə gətiriblər. Yok, özür de biraz axı belə Əhməd bəy, adam bizim dostumuz o Ərdəbildən telefon eləyən, mən o insanın qabağında baş əyirəm. Ona təzim eləyirəm. Çox doğru söz dedi. Millət gör orada nə xəbər var bizim milletimizin içində. Necə mübarizə edir, nə deyir milletimizin şuarı nədir? İndi gəlib bir dənə federalçılıq məsələsini ataq ortaya ki o milletin arasında bir təfriqə yaradaq. Bu əslən qəbul deyil. Bizim millətimiz bunu qəbul edəməz. Azərbaycanlıyıq, torpağımız Azərbaycanlıdır. Bir miskal torpağımızdan xatırı da qanımızı da verərik. Ukrayna torpağı ilə də dəyişmərik. Biz Azərbaycanlıyıq. Yaşasın Azərbaycan, yaşasın istiqlal. Budur bizim sözümüz. Çox təşəkkür edirəm Sayın Azərəxş müəllim. Son telefonumuz Sağlar bəydən, sonra doktordan biraz eşidəcək nə qədər mümkündür. Ondan sonra telefonlarımız açıqdır. Biz bu sayta da yerləşdirəcək. Yəqin doktor istər ki, millətin nəzəri ilə tanış olsun. Sağlar bəy, buyurun lütfən. Sayın Əhməd bəy, salam ərz eləyəm və bütün Günəş TV-ni seyr edənlər, o cümlədən Sayın Döhdü Ziyasət bəy. Bəli. Mənim Döhdü Ziyasət bəyə fəqət bir dənə balaca intiqadım var, o da elə indi burada açıqlayıram. İntiqadım budur ki, bu həssas məsələdir. Vaxtı ki, könlüdə Azərbaycan və cəmaatın qurultayı olan halətdə o məsələ vaxtı təklif üzə. Döhdü bəy onu bilə-bilə ki, oyda da olubdur. Hətta onlar məsələn Berlinə də salıblar həmən şəhərə. Burada bir şübhəli məsələ var. Döhdüyün orada olmağı məncə böyük bir tane tənqid. Bu birinci. İkinci, topraq məsələsi ikinci dostların hamısı işarələdilər. Sadəcə mən bunu deyə bilirəm ki, Sayın Ziyasət belə hamı sosialist deyil ki bizim mesela toplumda. O baxış sosialisti baxımdır. Adlı millətlərə toprağın çox əhəmiyyəti vardır. Bu da ondan. Və əmma mübarizə və müzakirə. Mənim nəzərimdə mübarizə. Ona görə mübarizə ki, Əhməd bəy, müzakirə o zaman ola bilər ki, bizim vətənimiz olsun, toprağımız olsun, zürafımız olsun. Məsəl deyəm, gələk məsələn mühabbatın üstündə belə şey eləyək. Nə deyirlər, müzakirə eləyək ki, bizim bir kütlənin, nə bilim, kələdin üstündə müzakirə eləyək ki, bizim deyə paslarındır. Madem ki bizim heç nəyimiz yoxdur, bir dənə sadəcə orada insanlar ad qoyanmırlar uşaqlarına bugünkü gündən indidən bu saat bu dəqiqədən danışıq. Bu da nə mübarizədən söhbət, müzakirədən söhbət gedir. Onun üçün mən doğrudan həqiqətən, həmişə söhbətlərimdə demişəm, doğrudan əfsuslar olsun ki bizim tamam problemlər, tamam bizim bu roşan fikirlərimizdən gəlir. Adlı millətdə bir hikayədə günah yoxdur. Mən həqiqətən doğrudan böyük saygı ilə və çox belə saygı ilə doğrudan tənqid eləyəm. Əfsus eləyəm ki, Ziyabədəkin insanlar bu cəlsələrə bu şəraitdə gedirlər, çox belə böyük mənim üçün tənqiddir. Mən doğrudan arz elədim ki, Sayın Ziyabəy və ondan başqaları təkin insanlar bir daha özlərini qarşısından həqiqətən öz millətimizə, öz başımıza çarə qılmalıyıq.
Və bundan Əhməd bir dənə sözüm xülasə. Bir nəfər Ərdəbildən zəng vermişdi. Dedi ki, nə bilim, şah rejimi gəlsin, mən dururam Xamneyinin yanında savaşaram filan. Bu bir kələm işlətdi. Yadınıza gəlir. Alo. Yadıma gəlir, bəli, buyurun. Məncə bu cür şeylərdən su-istifadə eləməməliyik. Mən o dostuma deyəm, Əhməd bəydən su-istifadə eləməməliyik. Günah Sevidən, mənim nəzərimdə şah, şeyx, ikisi də bir bezin qıraat. Heç zaman deyəm, su-istifadə edib bu kəlmələrdən istifadə eləməməliyik. Mən həqiqətən bunu açıq aydın deyəm. O lütfən paltayda giysə Azərbaycan millətinin adına paltay giyib Xamneyinin yanında durmasın lütfən. Yəni birinci ilə növbədən o tənqid o adamın özünə lazımdır. Bu qədər mən ümid elədim ki, Əhməd bəy, sizcə bu şeyin davamında Sayın Ziya bəy də buraxın. O adamdan yaxasından tutun, onlara danışdırın ki, Ziya bəy ötürülə qabağa dalda da durubla İstokolmudan və hələ mən tanıyan nə deyəm. Ona B-istilah dırnaqarası dəstək verirlər. Zamanı da gələndə onun arxasını boşlurlar. Bəli. Onların yaxasını tutun. Biz yaxa yox, sadəcə istədik ki, söz danışılsın. Başa düşürəm nə deyirsiniz. Yəni kəsin onlara danışdırın ki, bunu xudanı nə bilim, hər kəs bu şəxsiyyəti ötürülə qabağa, özləri də dalsın boşdurlar. İttifaqın olaydı ki, zamanıdır ki, çıxa üzər və əlindən gəlirlə muzələri nişan verir. Biz federal demokratlardan da istəyəcəyik, gəlsinlər, söhbət eləsinlər. Çox təşəkkür eləyirəm, Sayın Salar bəy. Doktor, buyurun, mən təşəkkür edirəm ki, bu vaxta qədər qaldınız. Buyurun. Təşəkkür edirəm. Valla, ərz xidmətətun yه مقدار bəxşiş قطع شد من نتونستم بعضی biraz öz dilimizde paltak biz ayrı o paltak otağındaydım da ondan karıştı. Bəli, ben ondan buyurun. çıktım eşiğine. Arz eləyim ki, bəzi dostların söhbətlərini mən eləyəmədim. Zad olam, qət oldu bir-iki dəfə də telefon. Və bilmirəm niyə sizin zadınızdan istədim baxam televizyondan ki, onu görəm. Özümün də xanımımınki də qəreydi. Orada da bəzilərini eşidəmədim. Hər halda o xanımın söhbətlərinə ki, Müsin xanım, mən səy edirik ki, ərz elədim, ayıqlıqla, zadla burada da gəlmişik, danışırıq. Zaddır, mesela oyun aşığı olmayaq, onu təsadüfən mən elə öz iclasımızda da getməmişdən qabaq dedim ki, adımızla getməyəcək, ona görə ki, oyuna da masınla biləmizdir, dəqiqən, hərdir getmişik. Bəli, o da elə düz onun üstündə. Yəni diqqət eləsəz doktor, burada daha çox nəzərlər oldu. Bir və ya iki dənə də sual oldu. Amma diqqət eləsəz, mən demirəm elə bu gün televizyona zəh vuranlar Azərbaycan, yəni bunlar, amma bu da nümunədir. Yəni ümumiyyətlə hamı yox, Azərbaycan fərqbuladə. Azərbaycanda müxtəlif teyflər var. Bəli. Öz mənafeylərinə görə, elə Cənub Azərbaycan, İran Azərbaycan. Bəli. Öz mənafeylərinə görə bir iddəsi federalistdirlər, bir iddəsi hətta İrancıdırlar. Ki biz onlarla da bir iddəsi manqutlarla işimiz yoxdur. Bir iddəsi də ərz edeyim ki, onlardılar ki, əsl 15-i 19-u istirlər. Bir iddəsi federalistdir, bir iddəsi istiqlalçıdır. Mənim bir dənə səmimi sualım var, doktor. Bunu bir görək, yox, bu teyfilərə görək. Hamı mən deyirəm. Doğrudur. Yox, mən səmimi bir sualım vardı. Bu sözə cavab yoxdur. Doktor, mənim sizə səmimi bir sualım var. Lütfən bunu ayrısı da ayrı yerə yozmasın. Çünki mən sözümü həmişə açıq demişəm. İndi ayrı sözüm olsaydı deyərdim. Amma mənim üçün doğrudan bir dənə sualdır, doğrudan. Siz hər hansı bir araşdırma, hər hansı bir nəzərxahi ya təxmin vurma vardı ki, məsələn, güneydə federalizmə və ya sizin fikirlərinizə dəstək verənlərin təxmini deməyin neçədir? Belə bir şey eləyibsiz? İstəsəz deyil. Mən fikir edirəm ki, o güneydə onlar ki, ticarətdə, bazardadırlar və o məsail iqtisadi ilə dərcidirlər. Onlar təbən federalizm istərlər. O istəməz Tehranın bazarının zadını əldən verir. Diqqət eləsin. Və Təbrizdə də məxsusən bazar bir cəriyana hərəkət eləməsə, o hərəkət dibi bir yerə yetişməyəcək. Bəli. Mən bu zaviyədən də çoxu. Amma Təbrizin bazarısı Tehrana mal satmır ki, Təbrizin bazarısı ilə Təbrizə. Tehranınki də Təbrizə satır. O istəməz fəqət Təbrizə qanı ola. Mütməindən o cür. Tehran axı diqqət edirsiniz, Tehran da ki, xoşbəxtanə, yəni bir nəzərdən mən fikir edirəm ki, yəni Tehran ki, dünyanın ən böyük
türk oturan şəhridir da bu günlər. Oradan nə əl çəkmək olar, nə məsələ çox ondan piçidəraqdır ki, bu buruşuqraqdır ki, adam fikr eləyər ki, iki-üçüncü, xob, əgər zorumuz var, nəyə mətəlik? Bacıma da deyim ki, kəfənciymanla bir yerə yetişməz. Adam əsləhə götürməklə bir yerə yetişər, bacı. Kəfənciysən öldürərlə, paralla, quylarla bilər. Bəli, təşəkkür edirəm. Mən bir otaqdayım, o ağay o bağışlayacaqsınız. Mən fikir edim saat 3-dən o ələ də çəkməyə. 12-dən 3 saat idi. Mənim sinnimədə biraz çox idi. Bəli, təşəkkür edirəm lütfüzdən. Ümidvarım orada oxuyaram. Əgər də zad oldu, yenə də bir gəllik, oturduq, danışarıq və qol mərifətləşərıq. Amma o qardaşa da deyim ki, insanların beyni homo sapiensdən bu yönəcən təğyir verməyibdir. Kiçik böyüklüyünü o qardaş bilər ki, nə qədər kiçikdir ya böyükdür. Bəli, və hər hal xadim xainin də təşxisi bura bestələ xalq təsmin tutar və uzun müddətdə, nə bugün, nə sabah, uzun müddətdə məlum olar. Təşəkkür edirəm lütfüzdən və məmnunam lütfüzdən. Çox sağ olun və beləliklə biz əziz həmvətənlərimizdən təqribən 3 dəqiqəlik ara almağa çalışacağıq. Bu mübahisə çox mühüm bir mübahisədir. Mən də özüm də oturacam burada aradan sonra. Telefon qəbul edəcəyik. Maksimum 5 dəqiqədə hər kəs öz sözünü, sualını desin. Əminəm ki, doktor Ziya Səhət bu verilişə sonra baxacaq. Bir-iki dəfə yəqin ki, baxacaq və suallarınızı, fikrinizlə də tanış olacaq. Bizim hədəfimiz burada bir dənə həm də bu veriliş, həm də bir növ nəzərxahidir. Yəni, ictimai rəyin burada ortaya çıxması bəlli olur. Azərbaycan nə deməkdir? Azərbaycanlı nə istəyir? Azərbaycanlının tərəfindən kimlərin danışmağa gedəndə hansı sözləri mətrəh eləməlidir? Yəni, mən eləyə bilmərəm deyəm ki, məsələn, mən 5 nəfərin nümayəndəsiyəm, o 5 nəfər nə deyir desin, amma bu mənim öz sözümü 5 nəfərin tərəfi ilə gedim deyəm. O zaman ona görə də mühümdür ki, biz ara alandan sonra həmvətənlərimiz öz sözlərini, fikirlərini desinlər. Hər halda bu ilhamımız üçün mühüm bir fikirəm ki, bir növ dərs də olacaq. Buyurun, bizimlə qalın lütfən.